Salam əziz tamaşaçılar. Tura baxış çörəyi əlindən alıram. Tura baxış yenə də efirdədir. Bugünkü efirimizi çox gözəl xəbərlə başlamaq istəyirəm. Doğrudan yəni bizə xəbər çatanda özümüzə çox sevindik. Hamınız bilirsiniz ki, bu yaxınlarda Ruslan Əmircanovun tələbələrin birini Real Madriddən baxışdan keçiriblər. Məsələ burasındadır ki, bu yaxınlarda Ruslanın özünə, daha dəqiqdirsə sırağa gün Ruslanın özünə Real Madriddən zəng elədilər ki, yəni çox istəyərdik ki, hələ futbolçuları yetişdirən adam gəlib bizim klubumuzda işləsin. Odur ki, Ruslanın hər halda sonuncu efiridir də inşallah çıxıb gedir Real Madriddən məşqçi kimi işləməyə. Həmin o baxışlar, oturuşdu ya, açıq ilə, eynəklə. Borzu. Zəng elədilər, soruşdum ki, kimdir danışan? Dedilər, Realdandır. Dedim, nə Real qardaş? Real TV yoxsa Real, hara nə Real? Dedilər, yox, İspaniyadan, Real Madriddən. Real Madriddən. Prosta səni şübhələndirən şey oldu. Azərbaycan dilində zəng eləyib danışırdılar sənə. Dedim, alo qardaş, salam aleyküm. Real Madriddən zəng eləmişik. Deyən kimi sıra zat bu elədim. Dedim ki, kimdirsə məzələnir. Əziz dostlar, hər halda artıq başa düşürsünüz ki, bugün aprelin 1-idir. Bizim efirimiz belə zarafat. Amma kəşke zarafat olmayaydı. Bizim futbolumuzla bağlı qəşəng zarafatlarımız yox, acı həqiqətlərimiz olacaq bugün də. Yox, bizim futbolçularımız aprelin 1-i üçün, məhz bizim veriliş üçün çox gözəl 2 oyun verdilər. Bu arada, əziz dostlar, keçmiş Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirik. Allah Taala bütün ibadətlərinizi qəbul eləsin, sizdən də, bizdən də. Neçə belə bayramlara çıxaq və yaddan çıxartmayaq ki, yəni bir olmalıyıq. Yəni bu gözəl bayramdır, dostluq bayramıdır, mehribançılıq bayramıdır. Futbolumuza da aiddir. Klub səviyyəsində, AFFA səviyyəsində, milli komanda səviyyəsində, amma əfsuslar olsun ki, biz o birliyi nümayiş etdirə bilmirik. Hər vaxtınız xeyir olsun. Tura baxış növbəti buraxılış efirdədir. Alik, Ruslan və yenə də mən İsmail trio şəklində qarşınızdayıq. Azərbaycan futbolundan, bəlalı Azərbaycan futbolundan danışacağıq növbəti dəfə. Milli komandamız yenə uduzdu. Udan günümüz var ki, 2 oyun oynamışıq. Qol vurmadan, birində 0-3 Haiti millisinə. Dünya nəhəngləri ilə oynamışıq, onu da yaddan çıxartmayaq. Haiti Dünya 8 qat dünya çempionu. Nə deyirsən, Alik, nə deyirsən ki? Ən azından statistikaya görə qardaş, səndən bu dəqiqə FIFA-da yanı qabaqda, 86-da, 85-ci yerdədir. Mən nə deyirəm? Mən nə dedim indi? Həngini belə ironiya ilə deyirsən, yəni ki, Haiti nədir ki, biz onlara uduzduq. Yəni faktiki olaraq qardaş, səndən qabaqdadılar. Qardaşım, faktiki məndən qabaqla bəs mən... Sənə görə alqışlayıram. Necə sən müdafiə edə bilirsən? Bu əsasla, bu məntiqlə bizdən qabaqdadılar, 80 neçənci yerdədirlər və biz uduzmalıyıq, normaldır. Futbol statistikasına görə, yəni reytingdə səndən qabaqdadılar. Orada nə maliyyə, onda o zaman hörmətli AFFA rəhbərliyi bizdən qat-qat aşağıda olan milli komandalarla San Marino ilə, nə bilimi, Uganda millisinin komandası ilə yollaşlı oyunu planlaşdırsın ki, heç olmasa biz udaq da. Deyək ki, dilimiz də uzun olsun ki, biz də uda bilirik. Biz də futbol oynayaq. Bizim verilişdə adətən lətifələri Ruslan danışır. Komandası ilə onu. Adətən lətifələri Ruslan danışır. Ruslan üzrləyəsə belə çörəvi əlindən almaq istəmirəm. Gülməli də deyir, amma yadımdadır, uşaqlıqdan bir lətifə yadımdadır. Ana oğluna deyir ki, abala deyir, sən niyə görə pis uşaqlarla oynayırsan? Get yaxşı uşaqlarla oyna da. Deyir, mama, deyir, yaxşı uşaqların valideynləri ona icazə vermirlər mənə oynasınlar. Qəşəng idi Ali. Bizim yığma da belədir də. Yəni rəhbərliyi imkan vermir ki, bizlə oynayaq. Bəlkə də San Marino Futbol Federasiyasının böyüyü deyir ki, biz özümüzü küçədən tapmışıq ki, gedək Azərbaycanla oynayaq. Bilmirəm valla. 2 oyun, 1 gol vurmadıq. Belarus millisinə 0-2, Haiti seçməsinə 0-3 hesab ilə uduzduq. Fernando Santos yenə ağzına gələni danışdı mətbuat konfransında. Deyir, müdafiədə bərbadıq. Ay, qardaş da deyə bilmirəm. Ay baba, sən bura gələndə bilmirdin ki, hansı komandaya işləməyə gəlirsən. Yəni, sən bundan sonra gəlib burada Azərbaycan futbolçularına bu yaşdan sonra futbol necə oynanmalıdır, müdafiə davranışı necə olmalıdır, müdafiədən hücum fazasına necə keçid, hücum fazasından müdafiəyə necə keçid lazımdır, bunu öyrətməliydin ki, sən atam. Atam. Sən bunu bu yaşdan sonra gəlib bizim futbolçulara öyrətməliydin ki, qadan
alaram sənin. AFA rəhbərliyi. Yəni bu 2 milyon, 3 milyon niyə göyə sovurursunuz? Hər dəfə də deyirik, ya qardaş, Fernando Santos lazımdır bizə. Gəlib hər dəfə də ağzına gələni danış. Deyir, hələ yaxşı ki, mən deyir 3 üstəgəl 1 illik müqaviləyə qol çəkmişəm ha. Əks təqdirdə gələsi deyirdim. Hələ bir minnət də qoyur bizi. Yəni AFA rəhbərliyi utansın da, nə bilim. Vallahi Allaha and olsun mən söz tapıb deyə bilmirəm. Qurana and olsun mən söz tapıb deyə bilmirəm. Yəni bildiyin Fernando Santos bütün futbol ictimaiyyətini, bizi, mediamızı, azarkeşlərimizi elə yeri gələndə AFA rəhbərliyini ələ salır. İndi bir dənə sual verə bilərəm. Buyur. Vermirəm. Vermə. Yəni deməli bu Fernando Santos'un yerinə tutaq ki, Ha qardaş, yerli məşqçi. yerli məşqçi o heç Arif Əsədov qalıb işləyirdi. Qardaş, o Arif müəllimin vaxtındakı nəticələrə bax bir dənə. Axırıncı oyunları hansıydı ki, normal Estonları utdular. Bir də Emin Mahmudov uzaqdan vuranda ələtdən kimidi spesial. Onda Arif müəllim idi komanda. Bəli. Yox, onda köməkçi idi deyəsən. Yəni Arif Əsədovun vaxtında 2 dənə oyunda mı, ya 3 dənə oyunda komandamız yəni rezultat qazandı da qardaş. Yadındadırsa bundan qabaqçı verilişdə də deyirdik də biz ki, qardaşım onu deyirik də, yəni 2 milyonu niyə Fernando Santos'a verək? Göyə sovraq pullarımızı, onun timsalında digər əcnəbilərə. Fernando Santos gəlib ağzına gələn niyə danışsın ki, müdafiəçilərə mən müdafiədən utanıram. Müdafiə onunla bilmir. Gəlib sən nə öyrədəcəksən sən bu yaşdan sonra? Sən bütün klubların hamısında da indi bizim Azərbaycan çempionatında olan o çünki atır futbolçuların üstünə də, başa düşdün? Deyir də, açıq-aşkar deyir ki, qələbə üçün çıxmırlar deyir futbolçular. Uduzmağa deyir çıxırlar. Qələbə üçün çıxmaq olar qardaş, sən 11 nəfər orada düzürsən, qardaşım, deyir ki, mənim futbolçularım uduzmaq üçün çıxırlar. Bu adam öz ağzı ilə bu sözü deyir. Mən onu demirəm, mən onu başa salmaq istəmirəm. Ümumiyyətcə, oyun baxımından meydançanın içində hər bir futbolçu bilməlidir ki, bunun hansı bir funksiyası var, nə funksiyasını yerinə yetirməlidir. Onda belə çıxır ki, biz bilmirik. Söhbət ondan gəlir, onu deməyinlə elə çıxır ki, bizim futbolçular bilmir ki, bizdə biabırçılıq nəticələr göstərir. Onu da bilmirlər. Yəni intervyularda gördük. Məsələn, Toral Bayramov təəccüblənir. Yox, bir dənə Ruslan fikrini tamamlasın, qəşəng bir dənə. Tamamlayacaq, ha bu gün onu danışacaq hələ. Mən qoydum ki, heç kim deyir bilmir mövqeyin. Hayır, yəni söhbət ondan gedir ki, biz müdafiə davranışını bilmirik və yaxud da futbolçular meydançaya ruhsuz çıxırlar və yaxud da səhvlər eləyirik. Yəni hər bir futbolçu, milliyə çağırılan futbolçu öz klubunda normal, yəni məşqçilər əl altında oynayırlar və hamısı da professional futbolçular da o müdafiədən hücuma keçidləri, taktiki gedişləri, müdafiə davranışlarının hamısından yəni xəbərləri var, bilir. Sadəcə olaraq milliyə gəlib biz oraya yığılanda millinin özünün də bir məşqçinin hansısa bir oyun fəlsəfəsi, nəsə bir oyun strategiyası olmalıdır ki, uşaqlar, bax siz klubda belə oynayırsınız. Amma mən burada tutaq ki, Portuqaliyada oynatdığım uşaqların Portuqaliyada Ronaldo oynadığı futbol istəyirəm oynayasınız. Ola bilər okeydir. Ustalıq səviyyəmiz o Portuqaliya millisində işləyən vaxtı, nə bilim o Bruno Fernandes, Ronaldo kimi deyil. Təbii ki, deyil. Amma ən azından bir risunq, bir şəkil olsun, eskiz olsun ki, biz də onun üstündən əlimizdə flamaster o eskizi. Deyir, mən karyeramda 2 ardıcıl oyunda uduzum. Yox da axı, yox uduzmam. Sən uşaq çıxıb öz başına bu dəqiqə o futbol qutardı, getdi İsmail. Mən futbolçu çıxsın meydançada, davayda uşaqlar çıxırıq. Əlimizdən gələni kim nə bacarır onu eləyin. O kim nə bacarır onunla getmir. Yoxsa o futbol qutardı. O qaldı 20 il bundan qabaq. Sən güclüsən, driblingi, Alikin güclüdür. Mən müdafiədə alıb verəcəm sənə, sən ona verəcəksən. Sən də Alik bax da qabaqda gör. Nə edirsən ay Mahir? Nə bilim Nəriman Musa. Mənə pas atın, mən həll edirəm burada. Yəni o şeylər qutardı. Onu eləməkdən ötürü qardaş sənin əlinin altında iş görməlisən sən. Bu əlindəki olan futbolçular bir ilə yaxındır burdadır. Ya bir söhbət elə ondan gedir ki, yəni futbolçuları orada mən də oynamışam da qardaş. Yəni mən futbolçular ola bilər çıxıb aşağı səviyyədə oynayırlar. Momentlər olmasa deyirəm ki, momentlərə də girmir. Avropa çempionluğu, UEFA Millətlər Liqasını qazanıb. Ciddi uğurları var. Hədə hansı komandanın? Amma bir ilə yaxındır. Sənin o risunukun, şəklin, oyun üslubun, fəlsəfən görünmür axı. Və sən gəlib bu yaşdan sonra Azərbaycan futbolçularına nəyi öyrədə biləcəksən? Söhbət odur ki, sən onu nəyəsə bir görsətməlisən. Uduza belə, amma görsənsə ki... Yenə də gəlir, dayanır kökə. AFA rəhbərliyi çıxıb birinci üzr istəməlidir. Başda AFA-nın prezidenti çıxıb üzr istəməlidir futbol ictimaiyyətinə. Futbolçuları yönətməli deyil jurnalistlərin qarşısına ki, çıxın üzr istəyin. Mert Çelik debüt eləyir, oyundan sonra üzr istəyir. Nə bilim, o birisi birinci oyununa çıxır, lap elə 10-cu oyununa çıxır, üzr istəyir ki, məyusuq, uduzduq. Önümüzdəki oyunlara baxacaq türklər demişkən. Fikir verdiniz?
belə bir şey olmamışdı ya. Milli komandadan sonra bir neçə Yiyəsizlikdir, əməlli başlı yiyəsizlik. Toral Bayramova sual verilir ki, utanırsınız, xəcalət çəkirsiniz, gözlərini bərəldir, mən bu suala cavab verməyəcəm. Özdə biraz ironiya ilə deyir, hə, utanırsınız. Yəni orada hələ çıxdı ki, yəni nədən utanmalıyıq? Sonra Nərman Axundzadə ilə azarkeşimizin bir dialoqu var. Hər bir şeyiniz var, pulunuz, maşınınız, imkanınız. Allah var eləsin, bol eləsin. Deyir, mənim nə maşınım var, nə evim var. Düzdür, onu fərqli formada həmin o azarkeş o haqqına danışmaq lazımdır, başqa cür. Onu da haqqına demək lazımdır ki, o başqa mənada demək istəyib. Tural Nərman da başqa formada cavab vermək istəyib. Amma yekunda da qardaş, biz nə vaxta qədər belə, yəni rüsvaçı vəziyyətdə danışacağıq. Futbolumuz yoxdur, affamız yoxdur, ümumiyyətlə futbol yoxdur, millimiz yoxdur, klub səviyyəsində pis gündəyik, qardaş. Bunu affa rəhbərliyi neyniyəcək, hara baxır? Nə vaxta qədər çıxsın birinci mətbuat konfransı təşkil eləsin, üzr istəsin. Ölkə futbol ictimaiyyətindən. Yox, sual yaransa ki, niyə görə üzr istəməlidir? Futbolçuları, o debütantları göndərməsin. Yəni biz hal-hazırda futbol azarkeşlərindən söhbət gedir də. Biz uzun müddətdir pul xərcləyib gəlirik millinin oyuna baxırıq da. Yəni pul veririk də. Biz havaya gedib oturub baxmırıq ki oyunlara. Bəli. Biz pul xərcləyirik, biz vaxt xərcləyirik. Oyunları salmısınız Sumqayıta. Sözüm yoxdur ya. Mən biləm niyə görə Sumqayıta salıblar. Masazıra salıblar. Çünki bilirlər ki, Tofiq Bəhramovda olmayacaq. O dərəcəyə çatdırmışsınız ki, yığmanın ən bərbad vaxtlarında belə, Tofiq Bəhramov dolurdu. Ən azından bir 70% adam gəlirdi Tofiq Bəhramova. Bəli. Bu AFFA neynir ki? AFFA-da qurum yoxdur ki, bu azarkeşlərlə işləsin, azarkeşləri cəlb eləsin. Orada oturan adamlar bu ayın axırı maaşı alanda doğrudan çox rahat gedirsiniz evə. Yəni gedirsiniz pullarınızı xərcləməyə. Qardaşım, sizə bir söz deyim, yəni qulaq asan varsa, oturun bir dənə ruçka ilə kağız götürün, yazın. Bu qulaqdan alırlar, o birisi qulaqdan verir. Yazın. Ələkbər Əliyev sizə məsləhət görür. Sizin kommunikasiya sisteminiz elə işləməlidir ki, Azərbaycan yığması məğlub olanda ən azından biz azarkeş kimi biz milli yığma ilə bir tərəfdə olaq. Deyək ki, ayda yenə də ucuzluq. Deməyək ki, bunlar ucuzdular. Siz ayırmısınız Azərbaycan yığmasını, Azərbaycan xalqından ayırmısınız. Nə etmisiniz birləşdirmək üçün? Stadiona adam gətirmək üçün nə etmisiniz? Bu suala cavab verin də, xahiş edirəm də. Sənin sözünü qabaq yadımdadır bir 20 il bundan qabaq o vaxt Neftçi oynayanda Tofiq Bəhramov da oynayırdı, köhnə futboldan deyirəm 90-lardan. Maşın o qoyulurdu, lotereyalar, nə bilim nələr. Kimsə lapdacı futbola baxmayan adamlar o lotereyanın eşqinə gəlib stadiona gəldi. Qardaşım, o vaxtlar getdi, amma stadiona insanları doldurmaq üçün, cəlb eləmək üçün, qardaş, vallahi deyirəm, belə çətin məsələ deyil. Yəni, mən bu qənaətə gəlirəm ki, AFFA istəmir ki, stadiona adamlar da olsun. Mən bu qənaətə gəlirəm. Çünki əks addımları görmürəm. Deyim ki, yetim yesir bir qurumdur, büdcələri yoxdur, heç nə yoxdur. Oyundan qabaq nəsə əyləncə eləməyə, cəmaatı cəlb eləməyə, qəşəng promoları çəkməyə, ki, ya mən Azərbaycan vətəndaşı kimi hiss eləməliyəm ki, Azərbaycan milli futbol yığması mənim komandamdır. Onlar mənim bayrağım üçün çıxırlar, mənim torpağım üçün çıxırlar. Mən onu hiss eləmirəm. Sosial şəbəkələrdə məşhur kommentlər formalaşır. Məşğulluqdan deyir, aldığım deyir, nə bilim, nə. Bizim də milli komanda məşğulluqdan alınıb da, yəni konkret bilinmir. Yox, oyunçularımız pis deyir, qardaşım. Azərbaycan çempionatda baxırsan, gül kimi oyun oynayırlar. Bütün hər şeyi futbolçuların üstünə atıblar, futbolçuların üstünə atıblar. Bəs onu deyirəm də. İndi onu deyirəm ki, göndərirlər futbolçuları ki, gedin üzr istəyin. Qardaş, üzr istəməli birinci şəxs varsa, AFFA rəhbərliyidir. AFFA-da çalışanlardır ki, millimizi belə bərbad vəziyyətə salıblar. Daha da getdikcə uçuruma gedirik. O uçurumun dibini görməsək də gedirik də, üzü aşağı gedirik. Mən sən nəyə gözləyirəm? Oktyabr ayını gözləyirəm. Nə 3 illik? Oktyabr ayını gözləyirəm, qardaşım. Növbəti Oser faciəsi olacaq. Bizdə xəbərimiz var. Mbappe, Usman Dembele, vay. Özdə bizdən yanıqlıdırlar. Niyə yanıqlıdır? Yox, onlar açıq-aşkar Ermənistana dəstəkləyən adamlar. Necə ki...
mən sənə ancaq bahəm sözünü deyə bilərəm. Hamımız söz yox, amma ki Qardaşım, İndiki Fransa Nəsə bir millisi ilə söz deyim. oyunlarımız necə olacaq bizim? aha, O ser faciəsinə hazırıq. Yəni faciə olacaq. İndi bizim belə danışmağımız. faciə olmayacaq. Sən de, mən sənə sübut eləyim ki, niyə görə faciə olmayacaq. Mən sənə sübut eləyəcəm. Sənə İsmail, buyur. Qardaş, Sən deyil, sən nə yadıma sal. görürsən? Oyun baxımından ola düzdür, onlar bizdən 100%, yəni ustalıq səviyyəsinə görə göründə o oynadıkları klublara bax, keçdiyi məşqə bax, yediyi Usman yeməyə bax. Dembele 2025-ci ildə hələ mart təzə qutardı da, dönən qutardı. Ha, dönən qutardı. 2025-ci ildə 23 gol vurub da, yəni indi təsəvvür eləyin. Hələ Mbappe. Demə də, baxıraq millimiz baxıraq efirə. Vay vay. Yatanda da vurur, gol. Vay vay. Qardaşım, oyuna sən- çıxmadan Razdivalkada vurub çıxır oyuna. Orada baxıcı golcu yazdı, who score Usman. İndi gəlin ciddi danışaq. Niyə görə Aser faciəsi olmayacaq? Bu mənim şəxsi subyektiv fikrimdir. Kim razılaşmırsa o sizin şəxsi fikrinizdir. Allah sizdən razı olsun. Deməli, bu Aser faciəsi dediyimiz oyun 10-0 Fransa Azərbaycan. O oyunu kim görməyibsə xahiş eləyirəm. Bizdə yeri o gəlmişkən 30-cu il dönümüdür ya. oyunu- Yaxşı. Jubileydi. O oyunun 95-ci ildə oldu. O oyunun özətinə baxın, zəhmət olmasa. O oyun niyə görə 10-0 bitdi? Çünki Azərbaycan yığması hesaba baxmayaraq qabağa gedirdi. Azərbaycan yığması oyun oynayırdı orada. Oyun idi. Azərbaycan yığmasının bəxti işləmədi, orada bir iki dənə qol vurmadı. Yəni Azərbaycan dayanmadan qabağa gedirdi. Nəyə istəyirsiniz qarantiya verəm? Adım kimi əminəm, Fransaya qarşı indiki Azərbaycan 11 nəfər dayanacaq ştrafnoyda qol buraxmayım. 9-0-da 9-0 Azərbaycan udussaya, indiki Azərbaycan yığması udussa Fransaya çıxıb intervyuda siz nə deyəcəklər pres konferansiyada? Deyəcəklər ki, görürsüz bu qəlbə kimi bir şeydir, 10-0 uduzmadıq. O Azərbaycandan indiki Azərbaycan yığmasını şey eləmiyor. Orada Heç bir 10 olmasın. 10 olmasın. Yox, o oyuna baxın, vallahi deyirəm, məsləhət görürəm. Final fiti səslənir. Yes. O 10-0. O haqqı ne deyirlər? Yes, 10 olmadı. Gol auto tutup əla. Yox, 9-a 2-0, 1-0, 1-2-0-a görə kim nə deyəcək ki bizə? Bir söz deyim. Səndən soruşum, sən o oyuna baxmısan da? Udacaq. Amma zorla udacaq. Əziyyət çəkəcək. Hə də 11 nəfər olsa 90 ya 8-ci dəqiqədə penaltidən vuracaqlar və yaxud avtoqolla udacaq. Burada gəl verilişimiz. Valla yer getişinlə məşğul ol. Kəs para duraq. Necəsən? Əli boş qalıb. Hə. Yox, o oyuna baxmısan da sən də. Bizimkilər nə edirdi orada? Oyun keçmişdə qaldı. Dayanmadan gedirdi qabağa. Yəni, Həsrətindəyəm mən belə hücumlarına Azərbaycan. Vaxtilə milli komandamızın şərəfinə qoruyan Qara Qarayev də milli komanda ilə bağlı ürək ağrısı ilə danışır. Ümumiyyətlə Qara Qarayevin bu çıxışına görə ilk növbədə onu alqışlamaq istəyirəm. Bu futbolçu çox haqsızlıqlarla üzləşdi son illərdə. Milli komandadan çıxarıldı bəzi tərəfindən. Niyə görə? İndi səbəbləri var idi də, indi özü də bilir, mediada da aşağı-yuxarı bilirlər. Boy söhbətinə görə dedilər. Nə boy söhbəti, boy yox, söhbəti. Yox, mediada. Elə qələmə veriblər. Qardaş, media dedilər ki, boy nə deyirəm? Millidə də, yəni haqsız. Orada o qədər çoxlu şeylər var biz bilmirik. Qarabağdan çıxdı, Neftçiyə gəldi, Neftçidə haqsızlıq, Qarabağ fanatları ilə bir anlaşılmazlıq oldu, söyüşmə oldu, həll olundu, o heç. Neftçidə möhkəmlənə bilmədi, Qriqorçuk amili idi, rəhbərlik amili idi, nə idi, oynamadı da bu adam. Neftçidən də getdi. Bu futbolçuya sahib çıxan Araz Naxçıvan oldu, Elmar Baxşıyev oldu, eşq olsun. Və yenidən əvvəlki formasını qaytarmağa çalışır və yenə də niyə də yox, milli komandaya ümid eləyir bu adam və yayı gözləyir. Ola bilsin ki, yayda milli ilə bağlı son yekun qərarını verəcək Qara Qarayev. Problemləri hamının bildiyi formada, çəkinmədən, qorxmadan, digər futbolçular kimi mən danışmaq istəmirəm, gözlərini bərəltmədən, nə bilim nə, biz üzr istəyirik xalqımızdan kimi şablon ifadələr səsləndirmədən fikirlərini tamamladı Qara Qarayev ki, millimizin problemi meydanda deyil, meydandan kənardadır. Uşaq futboluna diqqət yetirməliyik. İnfrastruktur 0 dərəcəsindədir. Uşaqlar harda məşq eləsinlər, necə çalışsınlar. Akademiya yoxdur, 0 dərəcəsindədir. Futbolçuları da deyir, anlamaq lazımdır, onlara dəstək olmaq lazımdır. Necə ki bizim dövrümüzdə də var. Biz dediyimiz de şey deyir da o da. Bilirəm, amma deyir eyni zamanda da onları tənqid eləmək lazımdır. Bəli. Amma tənqid eləməsən inkişaf olmaz. Amma vallahi billahi Qara Qarayevin yaxın 1-2 il əvvələ mən yollanıram. Onun dövründə olanda belə ciddi problemlər yox idi milli komandada. Bəli.
Yox idi belə problemlər. Ən azı onlar döyüşürdülər, ən azı uduzsalar belə nəsə eləyirdilər. Prosineskinin vaxtında, Dibiazinin vaxtında, nə bilim, ondan qabaq Fox'un vaxtında normal. Yəni belə olmurdu da qardaş. İndi nəsə yəni aşağı Yox, biz bilirik bizim millimiz nəyə aşağı naildir. səviyyədə çıxış edirik. Onun da hamısını atırlar futbolçuların sonra davay çıxın deyin ki, davay üzr istəyirik. Bəs biz ay millət bağışlayın uduzduq. Bir də ağızlarındakı o maska yox çatmırdı ki, o məşhur polis şöbələrində O üzr haqlı. ona bənzəyir. Neynəməlidir uşaq? O çıxıb futbolçu yenə deyirəm, momentlərə də girirsən. Momentimiz var idi də qardaş, Haiti ilə də var idi də. Nə olsun birinci qol buraxdın? Momentdən Qəbir olmasın. Olmasın deyəndə ki, momentin var sənin. Sən momenti çalış ki, yerinə yetir. Bizim futbolumuzun ümumiyyətcə klubları, millimizin, Avroliqalarda, nə bilim, hər yerdə. Bizim indiki bu müasir zamanədə bizim problemlər bəzi klublarda. Əsas məsələ odur ki, qardaş, sən momentləri realizavat edə bilmirsən. Realizavat edə bilmirsən. Gəl Neftçi ilə o günü Araz Naxçıvan oynayırdı. 2 dənə 100 qapının ağzından necə pasasının arasından keçdi, Neftçinin oyunçusu vura bilmədi boş qapıya. Yadındadır oyuna baxmısan epizodlara. Bəli. Araz Naxçıvan momenti oldu, hansı ki o da qol vura bilərdi, 100 vura bilmədi. Bu deyildi, 11 nömrə idi kimisi. Yəni Sepi orada yaddan çıxıb. söhbət ondan gedir ki, sən momenti realizavat eləməyəcəksənsə, ceyb setkadan topu çıxardacaqsan öz qapına. Mən deməyim nədir Ruslan? Nədir? Santuş gəlib bundan sonra o epizodları dəyərləndirmək üçün nəsə öyrətməlidir futbolçulara. Rahat. Dəyərləndirməyi öyrətməli Mən bir deyil. söz Yaxud müdafiə olunma davranışını öyrətməlidir bu yaşdan sonra. Öyrətməli deyil. Onun özünün sən gələndə onda bəhbəhlə nə deyirdin ki, biz 28-ci ildə Avropa kubokunda biz Avropa çempionatında gedirik. Avropa çempionatına gedəcəyik. 28-ci ildə. Biz Azərbaycan futbol ictimaiyyətini sevindirəcəyik. Hələ təzədir də, hələ bir il olsa. Amma uşaqlar gəlin haqsızlıq eləməyək də. Yəni sevindirici hal oldu da bu oyunlarda da. Mən təəccüblənirəm ki, Sevindirici məqam odur ki, 1-ci liqada oynayan Şahin Şahniyarov yox, sən məncəm o kimi maraqlandırır. Sən boş-boş söhbətlər eləyirsən. Sən bu hansısa futbolçunu mən nə ilə deyirəm bəs? Hansısa futbolçu kəşf eləmək o kimi maraqlandırır. Çox möhtəşəm bir hal. Mən təəccüblənirəm. Niyə görə AFFA buna press konferensiya həsr eləmədi? Yəni kitablar niyə görə yazmadılar ki, Belarusiya Azərbaycanı neçə 0 məğlub elədi? 2-0. 2-0. Ondan qabaq kimin oynayırdı Belarusiya? Taciklərlə 5. Tacikləri 5-0 udublar. Bizi isə cəmi 2-0. Bu qələbə deyilsə bu nədir? Qələbədir də. Qardaşım, Darmadağın olmaz. Yaxşı, haqsızlıq edirik biz hamımız. Gül kimi komandamız var. O boyda Tacikistanı 5-0 yenib Belarusiya. Gül kimi komandamız var, amma hələ ki çiçək aça bilmir də. Amma biz cəmi 2-0. Sən mənim cəma naşükürlük eləməyin hala. Toxum hələ cücərmir, çiçək aça bilmirik. Valla bilmirəm, valla bu şeydir. Bu milli yığmanı nə bilim ya. Mən başa düşürəm, bu ləğv eləmək variantdır. Yəni futbolçuları qınamaq da lazımdır, düzdür. Elə futbolçular olur ki, şey yoxdur. ustalıq səviyyəsindən aşağı oynayırlar. Elə momentlər var ki, o görsənədə biri var, məsələn, çıxasan, elə əlindən gələni eləyəsən, bazardığını eləyəsən və bazardığından da artığını eləyəsən, deyəsən ki, bu oyun vəbşə superdir. Bir də var ki, öz bazardığın potensialın hansı ki var sənin, ondan aşağı səviyyədə oynayırsan, o biraz adamı yandırır ki, eləyə bilər ya. Qardaş, yanaşma bax, Ayxan Abbasov yeni təyin olunub. İlk oyununda qələbə qazandı. Növbəti oyunda heç elədi. Bilsən nədən başlayır? Oyundan qabaq gördün necə U21 futbolçuları bir ağızdan himnimizi səsləndirirlər. Qardaş, ilk növbədə bundan başlamaq lazımdır. Vətənpərvərlik, sevgi, bayrağa, gerbə, himnə, hörmət. Yox de, bizdə heç bir hörmət yoxdur. Him səslənir, biri saqqız çeynir, biri yerə baxır, biri göyə baxır, biri yanındakına baxır, biri nə bilim. Bizdə hörmət var. Onlar oxuyur da. Bizdə hörmət var. Baxmır bu tərəfə. Bizdə hörmət var. Azərbaycanlı kimlər ki var, kimini bilənlər oxuyurlar. Yox, oxudu, oxumadı, söhbət ondan getmir. Qardaşım, gəlin belə eləyək. Bu Qara Qarayevin intervyusunda deyirsiniz. Mənə ən çox pis sözlə təsir elədi orada, pis təsir elədi. Bu Qaranın o ifadəsi var idi ya, dedi, istəyərdim ki, 1-2 oyunda oynayayım. Yəni son oyunumu keçirdim. Adam illərini verib Azərbaycan futboluna. Yəni. Bu qədər oynayıb, neujeli Qaranı belə fakt qabağında qoymamaq olmaz. Qabaqcadan deyərdiniz ki, Qara səni görmürük zborunda. Növbəti oyunda zamenə çıxarsan axırda. Sənin son oyunu jubilə deyirlər də, türk dilində də. Yəni Praşanlı maçı keçirdi. Fakt qabağında qoydunuz Qaranı. Niyə görə?
Adam da yəni illərini verib milliyə. Hayda. Bilmirəm, valla bu milli futbol ümumiyyətlə milli yığma barəsində danışmaq. Məncə gəlin ilk növbədə milli ifadəsini yığışdırmaq lazımdır. Hə də arada bizim adımız gedir də. İndi gedəcək misal üçün gedəcək uduzacaq kiməsə. Bayaq qısası mən Haiti dünya nəhəngləri deyəndə mən başqa mənada deyirdim. Sən başqa tərəfə yozun. Sən San Marino deyirsən də gedək San Marino danışaq. Yəni San Marino bizdən yüksək liqada oynayır. San Marino divizyon C-dədir. Biz divizyon D-dəyik. San Marino bizə adam yerinə saymır bəlkə də indi. Qardaş. San Marino'da oturublar, belə veriliş var. 3 dənə Jose, Alberto, Bernardo 3 nəfər oturublar, söhbət edirlər. Nəsə deyirlər, gəlin bir dənə yetim komandalardan birisini çağıraq, Azərbaycandan zaddan birisini çağıraq, 15 dənə vuraq onlara, yola salaq. Belə fikirləşirlər onlar. Olurdu, yaxşı. O vaxtı biz oynayan vaxtı Bertin vaxtında 2011, 2012, 2013. Bax o Liechtenstein, Lüksemburg, San Marino. Liechtenstein adını çəkmədə. Liechtensteinin tarixində ilk qələbəni Azərbaycan üzərində qazandı. Biz sevinirdik ki, çıxıb onları udacaq. Liechtensteinin də. Yəni əvvəl inan var idi. Qardaşım inan var idi. Vallahi deyirəm Gibraltarla indi oynasaq Gibraltarla. Gibraltarla Fələstinə uduzduq. Fələstin yığmasını uduzmuşuq biz. Yəni bu Azərbaycan millisindən nə istəyirsən gözləmək olar. Gedib Xorvatiya ilə heç-heçə oynayırıq. Ondan sonra gedib hansısa Burundiyə udzururuq. Yəni bilmirəm, yenə deyirəm, İsmailin sözünə qüvvət, sənin sözünə qüvvət. Azərbaycan azərkeşlərinin 99%-nin sözünə qüvvət. Yəni bu müraciət edirəm, xahiş edirəm. Bir vətəndaş kimi xahiş edirəm sizdən ki, Azərbaycanda məşqçi istəyirlər. Yəni azərkeşlərdə. Hamımız onu istəyirik. Tək azarkeşlər yox. Yəni sən indi bura Mourinho-nu ya Ancelotti Qardaş söz deyirdim. Müraciət edir. Afəyin müraciət edir. Afəyin müraciət edir. Susaq, aha. Ayaq üstə. Qalxaq. Yox, hələ belə əlbi belə qoy. Afəyin müraciət edirəm bir vətəndaş kimi. Xahiş edirəm. Nəsə eləyin də, artıq dərəcədə xahiş edirəm. Bu bilirsiniz necədir? Bilmirəm, bax siz oturmusunuz orada. Sizin futboldan başvuz çıxır, başvuz çıxmır. Yəni bunu şübhə altına qoymuram, amma mən bu sualı vermirəm sizə. Amma biz azarkeşlərin futboldan başı çıxır biraz da, ən azından. Bu nəsə bir qərar qəbul edəndə bu legionerlər limitini yığışdırmaq kimi qərar. Misal üçün hələ Qara Qarayevin intervyusunda sən bayaq deyirsən, deyir akademiyalar yoxdur. Qardaşım, mən öz övladlarımı niyə görə o akademiyaya qoyum ki, bilərək ki, legioner limiti yoxdur. Bu uşaq olacaq futbolçu olmayacaq. Mən hal-hazırda uşaqlarımı basketbola daha çox böyük həvəslə yazdıraram ki, orada ən azından şans var harasa çıxmağa. Yəni. Bu legionerlər limiti söhbətidir. Bu vədlər ki, 3 ildən sonra biz falan şeyə nail olacaq, 5 ildən sonra dünya çempionatında 1/4 olmayıb. Bunu ironiya ilə deyirəm. Yəni bunu ən azından deməyin, deyirsinizsə. Heç olmasa bir nəfər çıxsın oradan, desin ki, ay cəmaət, ay millət, siz bilmirsiniz də, bu legionerlərin limitini yığışdırmağımızın səbəbi budur. Biz də rahat oturaq da. Biz də bilək ki, bunlar düz addım eləyiblər. 3 il, 5 il, 10 il dözək. 10 ildən sonra nəsə nəticə görək. Oturmuşuq biz burada gözləyirik. Sən nədir? Elə bir vəziyyət yaradıblar ki, qorxuruq, futbol ictimaiyyəti olaraq qorxuruq, futbolçu olaraq qorxuruq, məşqçi olaraq qorxuruq, media olaraq tam olaraq qorxmuruq. Amma yenə də o xof, qorxu var. Heç kim Affanın bu işinə müdaxilə eləmək istəmir, pisliyinə danışmaq istəmir, tənqid eləmək istəmir. Mən bu mövzuya toxunmaq istəmirəm. Yəni dəfələrlə olub da, Qurban Qurbanov da, Rəşad Sadıqov da, futbolçularımız da yəni danışmaq istəmirlər. Bu nə məsələdir? Nə hikmətdir, nə kəramət. Valla yox, orada bilsə necədir? Tənqiddən qorxmaq lazımdır. Tənqid eləmək olmaz. Nə danışırsan? Ali qurumdur. Məncə Affan vecinədir onlar, tənqid eləyirlər, eləmirlər. Çünki yenə deyirəm, açıqlama vermirlər. Prosta bir şey də vurğulamaq istəyərdim, əziz tamaşaçılar. Yəni bəziləri baxanları bəlkə də fikirləşirlər ki, bunlar 3 dənə başdan xarabdır, özünü çıxırlar. Bizim başımız xarabdır, sizin başınız yaxşı. Ona demirəm. Ümumiyyətlə deyirəm, ən ağıllı olar. Futbola görə özlərini cırırlar. Vallahi deyirəm, fanat olmayan adam, futbol fanatı olmayan adam bizi başa düşə bilməz. Amma biz doğrudan da mən millinin
harda olsam, dünyanın istənilən ölkəsində olsam, mən millinin oyununa baxıram. Hələ internetlə baxıram ki, yəni şəkillər gedir, izobrajen də yoxdur. Yəni milli uduzanda mənə yaxınlaşıb soruşsa kimsə ki, desə o deyim var, demək ki, təzə köynək almışam. Çox mübarək, söyüb batıraram adamı. Yəni o dərəcədə sevirəm mən millini. Mənim kimi də minlərlə, 10 minlərlə adam var bu ölkədə. Bəlkə də var idi, getdikcə azalır. Çünki ümidi kəsilir insanların. Yəni biz nə istəyirik? Biz istəyirik ki, bizim milli yığmamız ən azından bizə qarşı nəsə bir sayğı göstərsin, hörmət göstərsin. Söhbət nəticədən getmir. Sabah Azərbaycan yığması çıxsın, Portuqaliya ilə oynasın, Fransa ilə oynasın, mənnəm kimi ilə, İngiltərə ilə oynasın. Yəni biz demirik ki, bunlar çıxıb mütləq udmalıdırlar. Yox, ən azı əzmkarlıq göstərir. Udursa da, yəni bizi ilə şeydir. Bezdim mən. Bezirəm, Quranan olsun, bezirəm. O 17 millimiz də uduzub Aqil Nəbiyevin komandası yenə Belarusda 0. Bu arada Ayxanı təbrik edirəm. Ayxanın təyin olunması çox gözəl addım idi. Hələ ki bunu göstərir. Hara baxıram üzr videoları deyil, üzr. Hər yer üzr. Bir dənə Ayxan Abbasovun məşqçiliyi elədiyi komandadan başqa. Futzalda da uduzduq. Birinci oyun uduzduq, ikinci heç-heçə Xorvatiya ilə, üçüncü də Türkiyə uduzduq. Birinci də biabırçılıq Bosniya-Hersegovina 10 dənə, 9 dənə buraxdıq. Ruslan, son olaraq nə deyə bilərsən? Ayxan Abbasov haqqında biraz danışmaq istəyərdim mənə. Ayxan müəllim, heç də Ayxan müəllimlə nə ancaq yaxşı şeylər danışmaq olar. Yaxşı şeylər. Mən deyirəm, bəlkə bu hələ başlamayıb, divizyon başlamayıb. Bu Millətlər Liqası, bu seçimlər başlamayıb. Bəlkə hələ Fernando Santosla halallaşsınlar, sağollaşsınlar, Ayxanı təyin eləsinlər. Halallaşsın, deyirsən, o bilir, Fernando Santos bilsən, qoca qurt deyir. Mən deyir, üst üstə gəl bir müqaviləsi olmadan bura gəlmək istəmir. Qardaş, bilsən nədir? Təzminat. Qardaş, məni istefaya göndərmək istəyən təzminatımı ödə. 3 il üstə gəl 1. Davay ödə. 3 vur 2. 6 milyon. Bir dənə də əlavə. O lazımdır. O saxla özünə. 6 milyonumu ödə, mənə yola sal. Dünyanın ən asan işlərindən biridir. Azərbaycan millisinin məşqçisi olmaq. Yəni razılaşırsan, deyirsən, ayma deyirəm, ilmə 1 milyon verin, tutalım, 5 illik kontrakt. Keçək qardaşlar. Mən sözümü çatdırım da. Bir dənə əsas məsələ nədir? Nə taktiki fikirləş, nə heç nə. Prosta hər oyundan sonra çıxdı ki, hər oyundan sonra çıxdı ki, oyunçuların qələbə üçün çıxmamışdı. Mən əlimdən gələni edim. Neyim? Alınmır da. Əlimdə olan material. Yəni bu heyfdir belə. Elvin Cəfərquliyev barədə nə demək olar? Yenə qırmızı aldı. Qurbanov belə artıq gülür. Yox, Qurbanov belə gülür. Sual verir həmkarlarımız ki, Elvin Cəfərquliyevin bu qırmızı vərəqə alması ilə bağlı nə deyə bilərsiniz? Deyir, elə bir şeydir ki, onu nə sən bilirsən, nə mən bilirəm, nə də özü bilir. Qardaşım, bunu bir il bundan qabaq demişik də, Ruslanla nə qədər danışdıq. Elvin Cəfərquliyev psixoloqla işləməlidir. Yəni əstəğfurullah, Elvinin psixoloji problemi var deyə sözümüz o deyil. Yəni çox normal, adekvat, mədəni bir oğlandır Elvin. Sadəcə bu oyunda aşırı istəyinə görə bu adam alır kartları. İstəməsin, onsuz da alınmır. Onsuz da Elvin, qardaşım, qurban sənə. Çox istəmə. İndiki bu yığma üçün. Yəni dəyməz. Söhbət futbolistlərdən getmir. Çox istəmə. Doğrudan çox istəmə. 0-3 olmasın, 0-5 olsun, 0-6 olsun, fərqi yoxdur. Çox istəmə. Yəni onsuz da oyunlarda canfəşanlıq edir. Baxırsan ki, ayağını soxacaq, başını soxacaq, sudya nəsə deyəcək. Ona görə alır da uşaq. Başı yəni normada deyil və yaxud da nəsə ondan deyil. Elə futbolçu var ki, oyuna sür hazırlaşır. Elə nasıl oyundan çıxırsan ki, elə bir deyirlər ki, çox da qaz vermə də, yandıracaqsan özü. Başa düşdün? Adam elə Nastroy ilə hazırlaşırsan, oyuna çıxırsan oyunda bir dənə, yəni bir dəfə, 2 dəfə, 3 dəfə artıq neçə dəfə qırmızı alıb. Demir, qəsdən eləyir. Sadəcə olaraq artıq dərəcədə belə emosional olduğu üçün paslayan elə bir gəlir bunun başında çatlayır qırmızı. Biraz özünü silovlamalıdır, biraz
səbir eləməlidir, o emosiyalarını saxlamalıdır. Qurban müəllimin özü də deyir. Yəni hamı da yazır, hamı da deyir ki, yəni əgər beləsinə davam eləsə olsa bizim millidə də və yaxud da Qarabağdan sabah hansısa bir legioner həyatı sürəcək, gedəcək məsələn tutaq ki, hansı İngiltərə Premyer Liqası, Nottingham Forest-də. Orada da gəlib belə eləsə olsa 2 dənə oyunda qırmızı. Sonra gəlib çıxa biləcək ki, bu xarakterlə. Yəni beləsinə olmuyor. Sən xarakterini şey bilirsən. Sadəcə olaraq özü də bilir, özü də istəmədən bilmirəm valla. Yəni Qardaş mövqeyinin yaxşılarından biridir. Skautların da diqqətini cəlb eləyib. Normaldır. Avrokuboklarda da oynayır, millidə də oynayır. İndi Qarabağın heyətində çempionatı qoyuran bir kənara ki, skautlar daha çox Avrokuboklar maçına baxırlar da beynəlxalq oyunlara. Mövqeyinin də yaxşı oyunçularından biridir. Bu heç. Bu baxımdan təriflərimizi də çatdırmışıq. O heç. Öz yerində. Amma bu cür xarakterlə əminliklə deyirəm ki, heç bir futbolçu transfer eləməyəcək. Yox, Elvin Cəfərquliyevin xarakterini mən sizə deyim, Ruslan, yanlış deyirəmsə, deyinən ki, düzsən də sənə də aiddir. Elvin Cəfərquliyev bilirsiniz necə oyunçudur. Yəni şəxsi cəhətlərindən danışmıram, amma oyundan danışıram. Bu adam çıxır, hələ xüsusən millinin oyununda. Elvin görsə ki, rəqib bizim qapıya tərəf qaçır, təkbətək çıxır və qol vurmağa hazırlaşır. Elvini qınlayan olmasa, imkanı olsa, yaxınlaşıb bıçaqlayar o rəqibi ki, vurmayasan. Yəni bu adam epizodunda Elvinə nəsə bir pis söz demişdik. Bayer Leverkusen'lə oyunda Bakıda. O da demək də olmaz idi. Yəni rəqibi aşkar qoldan məhrum elədi. Hətta alqışladıq ki, həddindən artıq istəkdən şey eləyir. Yenə deyirəm, məşqçi otursun, söhbət eləsin də oyna. Mən niyə görə danışmıram? Yerə vərəqələr alır. Dəxilsiz yerə qırmızı vərəqələr alır. Qardaşım, məşqçi danışmalıdır deyirəm oyunçu ilə. Qurban Qurbanov da bacarmırsa, deməli onda bu futbolçunun başında problem var. Məşqçisi Qurban Qurbanovdur. Ay qardaşım, klubdan başlayır problem. Qardaş, klubda Elvin oynamayanda Elvin əvəzində adam var. Klubda da qırmızı alır. Başa düşürəm. Və sonra deyirəm ki, Qurban Qurbanov. Biz milli danışırıq, Qarabağı danışırıq. Deyirəm, hamısı klubdan başlayır da, milli piramidanın ən hündür uc hissəsidir. Klubdan başlayır bütün problemlər. Yaxşısı da pisi də. Bizdə piramida belə gəlir. Bizdə belə. Aşağı gedir. Bizdə piramidanın uc hissəsini bastırmışıq yerə. Bizdə milli dibdir. Dibə bastırmışıq. Piramidanın dibi. Nəysə, keçək çempionata. 28-ci tur maraqlı nəticələrlə, məhsuldar ümumiyyətlə oyunlarla qeydə aldı. Turan Tovuz Qarabağ. İlk dəfə bu mövsümdə Qarabağ Turan Tovuzu məğlub etdi. Özü də darmadağın etdi. 1-4 hesabı qeydə alındı. Qurban Qurbanovun komandası, bəli, elə həmin oyundan başlayaq. Kadi Borgaş şov göstərdi. Kadi Borgaş, yəni bu adam Juninho vala yaddan çıxır. Juninho-nu unutturacaq. Juninho təbədə çıxır vura bilmir, amma Kadi çıxır vurur da. O Kadi Borgaşın Zubirlə durur, attırır da. Futsal sayağı paslaşması var idi, divar paslaşması. Onun 3 nəfər idi, 4 nəfər olar idi. Verdi bir 10 metrdə belə fırlandı belə getdi. Zubirin pauzası. Zubiri göndərdi küncə. Verdi ora. Zubir pauza necə elədi? Onun qaçmağını gözlədi. İras verən kimi bir toxunuşla sıra aldı. Yəni orada pauza edib saxlayıb bu sayda alacaqdılar. Hiss eləyirlər qardaşım. Ha qardaş, bir-birini hiss eləyirlər. Səviyyəsi ona deyirlər də hiss eləmək kimi. Bu əgər futsal oynamısansa Zubir. Futsalda da qərarı tez verirsən. 5 saat topu sağa sola belə eləyənə qədər başından basıb əlindən alırlar. Nərman Axundzadə də baxımlı qol vurdu iti bucaq altından. Kaşuk meydana çıxan kimi qol vurdu. Yəni bu gün həmin oyunda Qarabağ istədiyini etdi. Turan Tovuz çünki acıqlı idi, neçə oyunda uda bilmirdi. Bundan qabaqki ev oyununda da 3-cü dövrədə 2-1 məğlub oldular. Otojon yadındadırsa son saniyələrdə 90 plus. Birində də heç olmuşdu. Yəni neçə vaxtı doğrudan da bunlara tərs bir rəqib idi də, başa düşdün. O vaxt o komandalar vardı. Mən Interdə oynayırdım. Bütün komandalar Inter Milan yoxsa Inter Miami? Internazionale. Şəfa Azərbaycan. Az dolu mən Interdə oynayırdım. Mən Interdə oynayan var. Deyən Interdə oynayırdım da. Belə bir intonasiya. Deyəndəki o sırada şeyirsən. Azərbaycan Interiyiz də qardaş. Inter'in vaxtları var idi. Vaxtları var idi. 2-ci yer, 3-cü yer o qədər medallarımız var ki o komandada. Kakaber Çıxadacın. Bax həmin o Kakaber Çıxadacın ilə komanda düzəltmişdi. İndi də Qəbələdə eyni şey düzəldi. Gələn il görəcək onları Premier Liqada. 20 oyunda oynayıblar. 20 oyunda cəmi 4 dənə gol buraxıblar. 4. Her bir divizionda. Yəni söhbət ondan gedir ki, məşqçinin işi öz yerində. Mən Interdə oynayanda deyirdim. Interi də elə düzəltmiş ki, doğrudan da biz məsələn müdafiədə elə oynayırdıq ki, 5-də oynayırdıq da. Gol buraxmırdıq, rəqib də imkan vermirdi oynasın, nə bilim taktiki gediş, heç nə bam. İndi həmin o şey tərs komanda dediyim. Qarabağ məsələn əziyyət çəkirdi Tovuzda. Özü də Qurban müəllim də müsahibədə deyir ki, bizim üçün yəni asan rəqib deyil də, yəni bunlarla oynayanda yəni hələ məğlub edə bilməmişdik. Hansı Qurban? Berdiyev yoxsa Qurbanov? Yox, Qurban.
Amma son oyunda bu səfərdəki oyunda elə bir şey bilsən necə hava su kimi lazım olan o qələbə. Qarabağın istədiyi şeylər alındı. Məncə Qurbanberdiyevin bir xatası var idi. Yəni xəta da deməzdim buna. Adam yeni gəlib. Yeni deyəndə ilk sezonudur deyə. Bu Qarabağla oynayıb artıq. 3 dənə oyun oynayıblar da deyəsən. Üçündə də istədiyi nəticəni qazanıb. Məncə Qurbanberdiyev bu oyuna fərqli taktika ilə çıxıb. Yəni deyib ki, bunu da deneyim. Baxım nə var, nə yox. Taktikanı düz qurmamışdı. Necə qurmuşdu ki? Hə? Necə qurmuşdu? Qurbanberdiyev məncə açıq oynamağa çalışdılar bu oyun. Qarabağla da açıq oynamaq biraz çətindir Azərbaycanda. Ümumiyyətlə Qurbanberdiyev oyunlarını mənim fikrimcə işlədiyi bütün komandalarda oyunu müdafiədən qurur. Və ilk növbədə deyir ki, qardaşım, qol buraxmayaq, vursaq yaxşıdır. Əsası odur ki, buraxmayaq. Amma bu oyunda sanki Turan şeyə çıxmışdı, yox, açıq oynayaq. Bilməm, yenə deyirəm, bəlkə mən yanılıram. Oyunu kənara qoysaq, düzdür, qoymaq istəmirik oyunu. Təbii ki, oyun haqqında danışırıq, fikirlərimizi bildiririk. 5 qol vurulub, Qarabağın əzmkar qələbəsi və s. və s. Bir dənə Turan Tovuz adına müsbət məqam azarkeşlərlə bağlı idi. Sanki Avrokubok maçını izləyirdik. Tovuz şəhər stadionunda 6500 tamaşaçı var idi ki, bu Turan Tovuz üçün 2022-ci ildən bu yana bir rekord göstərici idi. Sonuncu dəfə 6000 azarkeş olmuşdu həmin stadionda Premyer Liqada. Stadionun ümumi həcmi nə qədərdir? Deyəsən 8000-dir də. Dəqiq bilmirəm. Mən olmuşam Turanın stadionunda. Yəni bir tərəflidir də, əks tərəfdə yoxdur tribuna. Əks tərəfdə var, olacaq. Əks tərəfdə rəqiblər adətən oturur. Orada da tam olaraq dolmuşdu. Tam olaraq doldururlar. Bu adam inandırım sizə, Turan Tovuzda bu azarkeşlə işləyən adamları o biri klublardan gedib onlardan ən azından bir məsləhətləşməlidirlər ki, necə olur ki, siz şey eləyirsiniz. Mən vaxtıkən məsəl üçün futbolla maraqlandığım bu vaxtlarda mən də bu məsələ ilə çox maraqlanırdım. Yəni bu azarkeşi cəlb eləmək söhbəti var. Mən inanmıram ki, Tovuzda adına da polislər gəzirlər, ev deyirlər də haydi avtomatla azarlar getdiniz oyuna. Yəni yoxdur belə şey. Sənin sözünə qüvvətlə çempionatın başlanğıcında ki, necə ki başladı Tovuz. Neçə tur birinci yerdə getdilər də, pomam yox. Ardıcıl uduzmurdular. Uduzmurdular. Və həmin o Tovuz cəmaatı, Tovuz əhli, hansı ki doğrudan da futbol şəhəri olduğu üçün elə o vaxtdan elə Sovet dönəmindən də həmişə hər bir komandada bir 10 komandanın 8-də Tovuzlu futbolçu olurdu həmişə. Çünki ora uşaq futboluna, yəni ora futbol şəhəridir. Oradır, Mingəçevirdir, Gəncədir, bir də Sumqayıtdır. Bu 4 şəhərin həmişə bazı olub, hansı ki klublara futbolçular veriblər. Və çempionatın əvvəlində beləncə yaxşı çıxışları ilə, inamlı çıxışları ilə uda oyun udmaqlarınla, o qalibiyyətlərinlə belə ilişkiləri başladılar çəkməyə stadiona. Bu bir. Sonradan da sən onların fanatlarına bax ki, komanda yenə uduzur ha. Uduzmağına baxmayaraq bəzi fanatlar var ki, nəyə gedirəm, Qarabağla onsuz da uduzacaqlar da. Kimsə belə fikirləşir. Rəhmət. Elə amma o gəlir yaxşı gündə də, uduzan gündə də, pis komanda uduzanda onlar ağlayırlar bir yerdə komanda ilə ki, uduzmuşuq, uşaqlar udmalıyıq. Yəni mən milli üçün bunu gözləyirəm. Turan Tovuzun aslidir, Alex. Sən onu bir sənətər o mühitdən də asılıdır. Amma Turan Tovuzun mən oyunlara getmişəm də, Tovuzda olmuşam bir neçə dəfə stadionda bu son illərdə. Ən çox xoşuma gələn şeylərdən biri bilirsiniz nə idi? Mən vallahi deyirəm, mən kövrəldim o an stadionda. Bu 44-cü dəqiqədə şəhidlər ölməz, vətən ölməz. Hamı bir nəfər kimi ayaq üstə qalxır. Kim də qalxmır ha. Pis baxırlar ona. Sərt şəkildə deyirlər ki, ayağa qalx ha. Davay ayağa, özdə zəhmət olmasa yox, ayağa qalx ha. Bizim şəhidlər olan hörmət. Mən demirəm o birlər hörmətsizlik eləyir. Amma belə incə məqamlardan yəni başa düşürsən ki, bu adamlar doğrudan da necə də səmimidirlər. Mən yenə deyirəm, mən zövq aldım. Fikirlərim necə o vaxtı biz oldu, indi də yadıma saldım. Turan Tovuz 1-4 hesabı ilə uduzub, amma o qədər xoş məqamlar var bu klubla bağlı. Martın 28-də Tovuz şəhər stadionunda, stadionun yaxınlığında yeni bazanın korpusunun tikintisi artıq təməl qoyulub çoxdandır ki, onun açılışı ilə bağlı mərasim keçirildi. Burada təbii ki, Turan Tovuz klubunun idarə heyətinin sədri Ehtiram Quliyev, AFFA'nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının rəsmiləri iştirak elədilər. Möhtəşəm bir addımdır, təşəbbüsdür.
xüsusilə də Turan Tovuz tərəfindən. Təbii ki, Əlbəttə, burada Turanı dəstək təbrik var, edirəm. AFFA tərəfindən dəstək də var, sağ olsunlar. Və Ehtiram Quliyev çıxışında bildirdi ki, biz bu ilin avqust-sentyabr ayından etibarən Turan Tovuz stadionun ot örtüyünün təbiyə keçirilməsi istiqamətində ciddi işlər görəcəyik və hətta qurumlardan da xahiş ediblər ki, azarkeşlərimizi nəzərə alırıq. Bizim üçün ən ağır vəziyyət sırf azarkeşlərlə bağlıdır indiki durumda. Biz onları oyunlarsız qoymaq istəmirik. Əgər mümkündürsə yeni mövsümün oyunlarında, təqvimində bəzi dəyişikliklər edək ki, həmin o dövrə təsadüf edən Turan Tovuzun maçları səfər oyunları. Səfər oyunu. 11 oyun deyəsən hesab. Ardıcıl heç olmasa bir neçə oyunda biz oyunlarımızı, görüşlərimizi səfərdə keçirək. Azarkeşlərimiz evdəki bütün oyunlarda yaxından iştirak eləsinlər və öz dəstəklərini nümayiş etdirsinlər. Mükəmməl işdir həqiqətən də. Təbii ki, AFFA rəsmiləri də, PFL rəsmiləri də öz növbələrində müsbət qarşılayıblar. Eyni zamanda cavab vermirəm, amma ümid edirəm ki, o şəraiti yaradarlar. Prosta bir məqam var, bunu çox adam fikirləşmir. Bax deyirik, 6500, ortalama 5000 götürək. Ortalama hər oyuna 5000 adam gəlir Turan Tovuzun oyununa. Bu biletin qiyməti 1 manatdan saysaq, 5000 manat eləyir. Düzdür? 5000 manat orta Azərbaycanlı oyunçulardan gedir. Orta oyunçunun aylıq maaşıdır da, düzdür? Bəli. Yəni fikir verirsiniz, bir oyuna bir oyunçunun bir aylıq maaşını bunlar verir, azarkeşlər verir. Yəni bu o biri şəhərlərdə də, halbuki o biri şəhərlərdə bu problem yox. Gəncədə də stadionda olur. yeri gəlmişəm Gəncə şəhər stadionu da Ona gələcək. Gəncə Kəpəzin söhbəti ayrıdır. Bakıda olan komandaları saysaq, Bakıda olan komandalara mən Qarabağda sayıram ha. Çünki Qarabağ da Bakıda oynayır. İnandırım sizə, hələ Qarabağla Neftçini bir misal kimi gətirsəm, Forza Neftçini saymasaq və İmarətlə Tayfanı saymasaq, nə Neftçinin oyununa 100 nəfərdən artıq adam gələcək, nə Qarabağın oyununa 100 nəfərdən artıq adam gələcək. Neftçinin də oyunlarına dəfələrlə getmişəm, Qarabağın da oyunlarına dəfələrlə getmişəm. Söhbət derbidən getmir, derbidə də olur. Adi oyunda baxırsan, misal üçün Neftçinin oyunda Forza oturub qışqırır, televizordan baxan adamlar deyir ki, stadionda adam var, amma stadionda adam yox, tək-tük adamlar oturublar. Qarabağın oyunu da eynidir. Yəni ancaq fanatlar gəlirlər. Belə adi adamlar gəlir. Bunu söhərə bir sistem qurun ki, əslində çətin deyil. Vallahi deyirəm, problemimiz varsa müraciət edin mənə, oturum, yəni müəyyən nöqsanları başa salım ki, bunu belə eləsiz daha uyğun olar. Zloy Ali. Zloy, dobrayam. Odur ki, Turan Tovuzun azarkeşlərini səmimi qəlbdən təbrik edirəm və təşəkkürümü bildirirəm ki, halal olsun sizə. Yaxşı ki, siz varsınız. Hər zaman komandanın yanında. Keçək növbəti oyuna Kəpəz Səba ilə Kəpəzin də azarkeşləri barəsində və stadionu barəsində ayrı söhbət olacaq. Yəni yeni stadion. Alik təklif elədi, keçək Kəpəz Səba maçına. Cavid Hüseynovun istefasından sonra yenidən Elvin Məmmədov Səbalin sükan arxasına keçdi və elə bir xalda qopardı Kəpəzdən. Qopardı. 68-ci dəqiqədə vurdular qolu. Litvinin 68-ci dəqiqədə Səbaili məğlubiyyətdən xilas edib. Cavid Hüseynov məsələsinə də toxunub mətbuat konfransında Elvin Məmmədov. Orada jurnalistlər iynəli suallar verirlər. Sən bəs dostuydunuz, nə oldu? O getdi, sən qaldın. Və qəşəng də cavab verir. Biz ailəvi dostuq. Hər hansı bir təzyiq ola bilməz. Münasibətimizi kimsə poza bilməz. Çünki mən Cavidə qədər də Səbaildə işləmişəm. Klub rəhbərliyi Cavidə də, mənə də kifayət qədər yaxşı şərait yaradıb. Məndə də alınmaya bilər, onda da alınmaya bilər. Bu futboldur, amma bizim münasibətimizə kimsə təsir göstərə bilməz. Yox, qardaş, bu sualın nə dəxli var? Qaşıyırlar da. Baş məşqçi olur. Baş məşqçinin özünün öz stafı var. Təsəvvürlə mən gedirəm baş məşqçi hansısa komandaya, köməkçi məşqçimi götürürəm birinci səni, ikinci köməkçim də İsmaili. Mən komandada nəticə verə bilmirəm, mən komandadan yönlərilir. Deyirlər ki, Ruslan istefa ver get, istəmirik səninlə davam eləmək. Mən istefa verib gedirəm, İsmail də gedir. Amma sən mən gətirmişəm deyirəm, mənim stafımla, mənlə bir yerdəsən. Sən deyirsən ki, mən qalıb işləyərəm. Yox, bu başqa momenti də var axı. Bəlkə istifaya göndərməmişdən qabaq səni, bəlkə oturub səninlə söhbət edirlər. Deyirlər ki, qardaşım,
Yəni qulaq as, alınmır. Gəl belə eləyək də, istifaya gedirsən, hələlik Ələkbər qalsın sən yerimə, mən təzə məşqçi tapana qədər. İxtiyarı sənə buraxırlar. Sən deməlisən ki, mən qalıram ya gedirəm. Qalanda mən gedəndə fikirləşirəm ki, görürsən Alek mənim yanımda elə akazması yalandan imiş. Mən gedən kimi dedi ki, mən qala bilərəm. Məni tək qoydu. Brad, onu bilsən necədir? Misal üçün bizi buranın əsas aparıcısı İsmaildir. Bizi İsmail bura dəvət eləyib. Düzdür? Sabah İsmail çıxıb getsə, yəni əslində Babaşım şut biz də çıxıb getməliyik də. Yəni o bizi dəvət edir. Amma biz İsmaillə otursaq söhbət edək. İsmail bizə desə ki, qardaşlar, mən gəlirəm başqa yerə. Mən ürəyim sıxılır burada, tutalım da. Amma siz qalın da burada, xahiş edirəm. Yəni davam eləyin. Yəni biz davam eləsək bizə də şey gözdən baxacaqlar ki, İsmailin başını yeyiblər, ayağının altını qazıyıblar ki, normalda ümumiyyətcə bu futbolun içində elə bir şey var da, yəni. Bu futbolun elə bir yazılmamış bir qanunudur. Baş məşqçi varsa, köməkçiləri də varsa, bütün staf aparır. Staf gedirsə, staf gedir, hamı gözləyir, bildiniz? Mən Başqa adamlar. bu dərinliyi bilmirdim baş məşqçiliyi. Yəni indi sualı da jurnalist ona elə verir ki, yəni sən Cavid köməkçi idin. Qaşımaq da sən dediyin kimi. Sən niyə qalmısan mənim nəsə? Nə olacaq Cavid? Elvin Məmmədov da Samir Abbasov deyir də. Aysa, orada Elvinlə də görürlər indi neçə illərdir dost, ikisindən də mənim münasibətim var yüksək səviyyədə. Yəni orada başqa cür yaxınlıqlar var onların. Ailəvi deyir gediş-gəlişimiz var ya, ailəvi dostluq. Ayrı-ayrı nəsə bir kimsə saxlasın. Sən mənə düz eləmədin. Səndən dostluq, qardaşlığı pozdum, sildim. Hər şeyin üstünə krest. Yəni elə şey ola bilməz yəni. Azər Bağırov deyir ki, bizim yerli futbolçularla bağlı problemimiz var. Əsas problemlərdən biridir. Yerli futbolçunun çatışmazlığı. Məsələn, İlkin Qırtımov kəpəzə keçdi, nə? Şeydən Sabahildən danışırdı. Yəni eyni oyun idi, eyni komanda. Uşaqlar, amma sizə bir söz deyim, oyun doğrudan çox maraqlı getdi. Baxmayaraq ki, outsiderlər oynayır. Belə də oyun deyil də, yəni. Ən maraq kəşf edən ki, altıxallıq oyun deyirlər də. Rahat, birincisi altıxallıq oyun, ikincisi statistikaya görə. Biz deyirik ya, Sabahı qopartdı şeyi. Heç-heçəni. Yəni oyuna baxan, statistikaya baxanda adına Sabah 12 dənə zərbə vurub, Kəpəz 9 dənə, Sabah çərçivəyə 6 dənə, Kəpəz 2 dənə, topda 52. Sabah üstünlüyü var idi Sabahın. Əstəğfurullah, Sabahil, üzr istəyirəm. Sabahil, yəni bu üstünlüyü var idi, oyun üstünlüyü var idi. Biz qopartdı niyə görə deyirdik? Kəpəz istifadə elədi o fürsətlərdən birini, qol vurdu. Sabahildə alınmırdı. Amma yenə də bu oyunda belə cür oyunlara nə deyirlər? Cırışma. Adətən belə oyunlarda deyirsən ki, kim bir dənə qol vurdu, ağır oyun olacaq. Bir qola qədərdir, bəli. Bir qol yəni o komandada olacaq, amma Sabahil də özü də oyunun gedişatından, oyunun içində olanda futbolçu özü hiss edir ki, elə bir oyundur ki, sən o moment vardan olsun 1-0 dururuq. Amma uda bilərik də, bildin necə, heç çanda qoparda bilərik. Amma mən çox istəyərdim ki, nə Sabahil, nə Kəpəz bu il liqadan çıxmasınlar. Ruslan, 5 xallıq fərq var. 5 xallıq fərq var. 6 xallıq da oyun idi. Rösümün də sonunda 8 tur qalıb. Sabahil əsas rəqibi Kəpəzlə bu xal fərqini aradan qaldıra biləcək səncə yoxsa yox? Yəni Kəpəzin son oyunlarına bax indiki bu oyuna görə utsaydı başqa, udmadı. Utsaydı başqa. Udmadı. Kəpəz yüksəlişdə deyil. Yəni Kəpəzin deyirsən ki, o problemləri hansını ki aradan qaldıra bilsələr o limitlə bağlı. Çünki son axırıncı bir 4-5 oyuna baxsan, yəni oyun baxımından Kəpəz normalla futbol oynayır yəni. Bundan qabaqki o 2 həftə o milli komandadan qabaqki oyunlara da baxsaq, yəni hansı ki özün bir dənə gir bax gör çempionat oyunlarında uduzduqları oyunlarda da belə, yəni doğrudan da yaxşı futbol nümayiş elətdirib və elə komandalar vardı ki, onlardan da xal qopartdı. Ona görə indiki hal-hazırdakı vəziyyətdə məğlub eləyiblər. Qardaşım, Kəpəzlə Sabahilin mübahisəsində bu konkurensiyasında bu şansı əldən buraxmayacaq. Mən Kəpəzi üstünü qoyuram, niyə görə? Üstünü sayıram. Sənin sözündən belə çıxır ki, Sabahil düşəcək. Yəni Sabahil belənsinə vəziyyətdə bu dəqiqə hal-hazırda 5 xal daldadır. 5 xal daldadır. Amma yenə deyirəm, Cavid Hüseynovun da vaxtında, Elvinin də, Məmmədovun indiki vaxtında da, yəni futbolçular deyim ki, sənə yəni futbol oynaya bilmir, əlindən gələni eləyə bilmir və yaxud da istədiyi şeyləri meydançada yerinə yetirə bilmirlər. O deyil də yəni. Şans da var, qol momentləri də var. Debayında kornerdən, standartdan qaldırdılar, o Litvin başla vurdu, həfsə 1-1 qutardı. Yəni sona qədər cırışacaq. Sabahil əlini qolunu salıb aşağı ilə gözləməyəcək belənsinə ki, həfsə mən vuram. 5 xal var, şanslar var. Orada əsas əmil bir söz hansıdır.
Yəni ancaq poledə, meydançada baş verən deyil. Bax onu demək istəyirdim. Sabahil ilə Kəpəz arasında olan fərq hal-hazırda nədədir? Sabahil bir tərəfdən Sabahildir, bir tərəfdən Kəpəzdir. Sabahilin keçmiş artıq baş məşqçisi son intervyusunda nə deyirdi? Biz yiyəsiz bir komandayıq, düzdür? O biri tərəfdən Kəpəz var, yeni sahib gəlib komandaya. Gəncəni də, Kəpəzi də həddindən artıq çox sevən stadion tikilir. Bu adam, mən yəni bilən bəzi söhbətlərin içindəyəm. Adam istənilən şəraiti yaradır komanda içində. Yəni hələ şərait yaradır ki, yəni oynayın da, oyundan başqa heç nə fikirləşməyin. Bir tərəfdən budur, o biri tərəfdən birtəhər dişinizi sıxın qalaq. Bir dənə yola verək gedək. Yəni məncə budur söhbət budursa, o məncə Sabahilin şansı yoxdur. Amma heç istəməzdim Sabahilin. Uğurlar, hər iki komandaya uğurlar. Təbii ki, mövsümün sonuna az qalır. Artıq 8 tur sonuncu dövrədəyik və bu müddət ərzində çox şeylər öz təsdiqini tapacaq. Keçək digər cırışmaya, Kəpəz Sabahilə. Kəpəz Sabahil deyirəm, Sumqayıt Sabahil. Neftçi Araz Naxçıvan. O da cırışmadır. Neftçi Araz Naxçıvan turun maraqlı və bəlkə də mərkəzi oyunlarından biri idi. Neftçi arenada Neftçi yenə Araz Naxçıvanı məğlub edə bilmədi. Bu mövsümdə 4 oyun tuta bilmir. Məncə Araz Naxçıvanda tamam başqa şey deyirlər. Nə? Mikrofon. Baxsın da o tərəfə böğründən belə danışanda geçmiş. Onu da belə eləyim yaxını. Belə böğründən danışanda eşidirmir. Nəsə belə şey deyir. Oyun ehtiyac yox. Normaldır. Oyun erkən qolla başladı. Məncə Araz yenə məğlub edə bilmədi məncə. Neftçini. Bassal Aslan bu erkən qolla Neftçini önə keçirdi. Hətta Neftçi ailəsində, azarkeşlərində belə bir inam, güvən formalaşdı ki, növbəti qələbəmizi qazanacağıq. Baxmayaraq ki, rəqib Araz Naxçıvandır, yaralı Araz Naxçıvandır. Bəzi itkilər, zədələr, cəzalar, Felipe Santos yox idi, yer gəlmişəm, cəzalı idi, amma Ramon Machado qayıtmış. Bəli, qaydan kimi də sırazı özünü qaydan kimi də yenə də sözü. Görsənir də sırazı ki, yəni nəsə təhlükə yaratmaq istəyir qabaq. Amma 7-ci dəqiqədə artıq hesab bərabərləşdi. Burkina Fasolu Yosif Paronun bərabərlik qolu bərabər olan kimi sırazı eşidirsən. Mən dedim Uzofşa getdi. O bundan qabaqçı o bir oyun vardı. 300 qutardı Sumqayıt. Dedim yəqin bol qollu olacaq. Hamı elə fikirləşdi. 7-ci dəqiqədə 2-2-dirsə, 1-1-dirsə, deməli, yəni bu oyun 4-4 gedə bilər. Yəni 5-6 qolluq oyuna oxşayırdı oyunun əvvəli. Amma adətən oyunun əvvəlindəki qarşılıqlı qollar olur ha. İkinci dəqiqədə, üçüncü dəqiqədə. O Avropa komandalarında zaten birdən görsən İspaniyada, İngiltərədə. Deyirlər, sakit baxırda hərə başlayır öz axtarmaq öz səhvlərini, hamıca qapanır, o deşiklərə, momentlərə məsələn imkan vermirlər. Neftçinin epizodları oldu, dəyərləndirə bilmədi. İkinci yarıda, ümumiyyətlə Alex Fernandeşi mən tərifləmək istəyirəm. Bu futbolçu Neftçinin uğurlu keçidlərindən, transferlərindən biridir deyə bilərik bəlkə də Elvin Camalovdan sonra. Klası hiss olunur, meydandakı hərəkətləri. O bir dənə vəziyyətdə Dembo Darboya ötürmə etdi, reallaşdırdı. Sol ayağından. Özdə Samaq elədi ki, vurur qapıya bilir. Baxmadan bir dənə belə Dembo Darbo vurdu setkaya. Rembo olmadı Dembo. Həmin vəziyyətdə. Orada Qaranı vurğulamaq lazımdır. Qara orada axıra qədər ondan qaçır. Futbolunu mu bicdi edir, bildin necə? Darbozo vuran momentində nəsə bu maykasından bu yüngül dartır. Yoxsa əlindən mi bu beləsinə, elə bil onun koordinasiyasını itirsin deyənə, nəsə bu belə dartışdırır onu. Vuranda da Darbo elə bil belə momentdə vurur, bildin necə? Rahat vura bilmir. Yıxılsa heç 11 də verəs deyil o yüngül toxunuşa görə. Amma sən görə onun ağlına bax ki, Qaranın yüngül varı oradan o meşət eləməsəydi, açdırmasaydı. Neftçinin vəziyyətləri var idi, yetərincə idi, dəyərləndirə bilmədilər. Samir Abbasov bunu psixoloji durumla əlaqələndirir. Milli komandadan qayıtdıqdan sonra bəzi futbolçuların psixoloji durumu yerində. Fiziki durum yoxdur çünki oyun oynamayıblar ki. Elvin Camalovun psixologiyası yerində deyil. Rıza Cəfərovun millidən zədəli qayıtmaq məsələsinə toxunub ki, niyə onu zədəli Fernando Santos Belarus millisi ilə oyunda əsas heyətdə oynadı. Hətta biz Araz Naxçıvana qarşı görüşdə də gənc qapıçının belindəki o ağrıları yenə də gördük.
bəzi məqamlarda. Samir Abbasovun gileylənməsi bu istiqamətdə idi ki, Haqqına gileylənir. Hələ haqqına, yəni ki, bu zədəlidirsə, niyə millinin oyunda oynayır və bir neçə gün sonra gəlir vacib oyuna qarşı komandanın qapısını qorumağa çalışır. O şeylər var İsmail, bir sənə harda var idi. Ümumiyyətlə 17, 19, 21 millisində bir ara neçə il bundan qabaq klublar şikayətlənirdi milliyə futbolçularını. Elə olurdu ki, vermirdilər, göndərmirdilər. Xəstələnib, tipa nə bilim, nə seniyib. Nəyə görə? Çünki bu belə millidən qayıdıb gələndə futbolçuların əksəriyyət hansı ki, öz çempionatında əsas heyətin oyunçularıdır. Qayıdıb gəlib çempionatda iştirak edə bilmirlər. Klub məşqçiləri də iştirak edirlər, necə mən bunu salamat verirəm sənə. Gedirsən yarışdan bir həftədən sonra gəlirsən ki, birin ayağı cipsdə, o şeydəki kimi. Avropada şeydə kompensasiya verir axı. Avropada onu deyəcəkdim, mən qabaq. Söhbət ondan gedir ki, belə zədəli gəlir. Samir müəllim, əlbəttə. Samir müəllimi də narahat edən şey odur ki, sən əsas qapısını, heyətinin qapısı sənə zədəli gəlir oradan. Bu zədəlidirsə, bizim o Azərbaycanın qanununda deyə qardaş. Mən Rızanı məsələn orada qınamıram. Nə də ki, oradakı o məşqçilərə bir söz deyə bilmirəm. Çünki əgər məşqçi gəlir mənə deyirsə ki, sənin zədən necədir Ruslan? Yəni sən çıxıb oynamağa imkan verir sənə yoxsa yox. Mən də baxıram ki, topu tutan momentində barmağın bir balaca əzilib da belənsinə qatlanıb. Amma çıxıb durmağa və yaxud da bura bir dənə doktor mənə ağrı kəsici iynə vuracaq. Mən Azərbaycanın bayrağına görə, giminə görə, nə bilim, milli ruha görə, nəticəyə görə Azərbaycanın adına görə iynə vurdurub çıxıb orada komandamın yaxşı nəticəsi üçün canımdan keçəcəm. Həmin o momentdə də Rızada 100% yüngül nəsə olub. Orada da deyiblər ki, hay Rıza necədir? Deyib ki, mən çıxıb əlimdən gələni eləyəcəm qardaş. Gözünə inanır çünki oynamaq istəyir də bu adam. Çıxıb indi oyunda da bir balaca nəsə zədələsini bəlkə ola bilər üstəliyib. Bilmirik də nədir zədəsi. Artıb əzərəsin. Amma eyni zamanda bunu Rızada anlamalıdır. Həkimlər də anlamalıdır, millidə də, klubda da, Neftçidə də. Bu futbolçunun gələcəyini biz təhlükə altına ata bilərik. Bəli, çıxar elə zədələnər ki, yüngül zədə adı ilə meydana çıxa bilər, amma onun fəsadını ağır formada sonra gəlir təzədən 3 ay gözdə gələn ki, onun gələcək taleyi, gələcək karyerasını biz sual altına atmış oluruq. Yəni belə məsələlərə ciddi həssaslıqla yanaşmaq lazımdır. Həkimlər diqqətli olmalıdır. Qardaşlar Kapuçino qazanamır oradan Kapuçino. Gəlmişkən futbolçunun özü də bunu anlamalıdır. Samir Abbasov mətbuat konfransında hakimliyə də ilişib. Çox ciddi narazılığım var. Ələxüsus da son oyunlarda bizə qarşı haqsızlıqlar çox olur. Bir tərəfli qərarlar çox olur. Hakimin idarəçiliyindən razı qalmadım deyib. İnqilab Məmmədov idarə eləyirdi. Necə idarə etlədi? Məncə ciddi bir Məncə normal idi. Bəlkə Samir nəsə bizim görmədiyimiz təsir edəcək bir xəta yox idi, səhv yox idi. Sən görsən elə moment olur ise bir sənətlər ev komandası hansı ki evdə oynayır, udmaq istəyir. Yaxud da baxırsan ki, məsələn dişinə uyğun rəqibdir və bu komandadan sən məğlub edə bilərsən və o momentlərdə hakim ikili mübarizədə nəsə bir moment, iki momentdə rəqib komandaya tərəf nəsə şey eləyəndə adam ev komandası olan elə bir udmaq istəyən elə adama elə bir aşüşlüyə gəlir, elə bir hissiyat gəlir ki, elə bir hakim nəsə tərəfkeşlik eləyir və yaxud da nəsə. Belə baxanda qol momentlərimiz var idi də. Vur qardaş, hakim barəsində də belə nəsə danışıb, nəsə belə bir şey bildirəsi deyil. Eyni şeydə Araz Naxçıvanda. Araz Naxçıvanda qolu vurası olsaydı ikinci qolu, inandırım səni buraxmayacaq, yəni yenə də qalib gələcək. Yəni və bu 4 dənə oyunda öz aralarındakı oyunda hansı ki Neftçi fikirləşir ki, məğlub edə bilmədik Arazı, yenə də uda bilmədi. Söhbət ondan getmir, söhbət ondan gedir ki, Araz necə qarşı, necə oynayır Neftçiyə qarşı, ay Neftçi sən Felipe Santosuz Araz Naxçıvan necə oynadı və ardıcıl 7 oyun idi deyəsən oynamayan Ramon Machado necə köklənmişdi və oyunun taleyini bəlkə Neftçidən gəlib. Çünki Neftçidən gəlib, o da orada oynayıb, o da oradan çıxıb o komandadan gedib. Neftçinin son zamanlarda yəni səhvən buraxdığı futbolçulardan biridir mənim fikrim. İndi ola bilər də məşqçi məsələn istəmir və yaxud da deyir ki, mənim stilimə uyğun gəlmir, ona bir söz nəsə pretenziya edə bilmərsən. Amma söhbət də odur ki, Maçadonun özü də gəlib indi Araz Naxçıvana da xeyir verir. Qara Qarayev Neftçidən gəldi Naxçıvana, hansı ki bütün oyunları başda Arada Araza xeyir verir. Ay sağ ol. Yəni 2 dənə futbolçu var ki, elə komandanın bəlkə də 30%-idir. Yəni belə opsi planda belə götürsən. Hansılar ki, doğrudan da mühüm pozisiyalarda oynayırlar və həmin o Maçadonun başda 2 aya yaxın olmamağı şeydə
komanda 6 oyundu, 7 oyundu, ancaq heç-heçə yəni qalib gələ bilmirdi. Amma oyun baxımından Arazın məsələn vurğulamaq lazımdır ki, Araz özü də yəni doğrudan da bir xal götürdü səfərdə və ilk dəqiqələrdən də elə yaxşı ki, elə qolu vurdu. Momentlər olsaydı yenə deyirəm, Araz vursa, Neftçi vursa, hansı komanda ikinci qol vursaydı bəlkə də yəni həmin komanda qalib gələrdi məncə. Nə bilim. Çünki bir-birdən Həqiqi olan odur ki, 4 oyun bu mövsümdə 4 oyun, 2 bərabərlik, 2 də Araz Naxçıvanın qələbəsi. Bəli. Yəni Neftçi Araz Naxçıvanı məğlub edə bilmədi. Bu dəqiq olan məsələdir. Keçək, bəli, Sumqayıt Sabah verilişinə. Veriliş kimi futbol idi da qaqa. Çox maraqlı idi. Film gibi yani. 3-3, Aynen, 6 evet. gol oldu amma qalib müəyyənləşmədi. Sumqayıt ki ardıcıl 11 oyun idi, gol vura bilmirdi. Amma Bəli. 3 oyuna baxırıq, 8 gol vurub deyəsən. Çünki momentlər üzrə realizasiya eləməyə başlayıblar. Və sabah Berezutskinin təyinatı biz artıq neçənci verilişdir deyirik ki, uğurlu olmur. Yəni konkret o əvvəlki deyəndə Sabah onsuz da yəni dünənin komandasıdır da. Yəni Sabahı da bilmirəm olacaq olmayacaq. Dünənin komandasıdır və dünənki Sabahla indiki Sabah arasında fərq hiss olunur. Berezutskinin gəlişindən sonra komanda hələ də toparlana bilmir və belə rəqiblərlə indi belə rəqib deyəndə Sumqayıtı mən aşağılamaq fikrim yoxdur. Sadəcə Sumqayıt hazırda yaxşı halda, vəziyyətdə deyil. Bəli. Belə oyunlarda xallar itirir, vacib xallar itirir. Avrokuboklara vəsqə qazanmaq şansını riskə atır. Berezutski və onun komandası. Bir tərəfdən Amin Seydiyev sıradan çıxdı, əməliyyat oldu Türkiyədə, Allah şəfasını versin. Allah Mövsümü şəfasını artıq versin. bitirib Amin Seydiyev. Təbii ki, onun yoxluğu da Özdə oyun sonlanacaq. momentində də kimsə deyirdi ki, danışırlar, görən nə oldu? Yıxılanda nəzər də aldı ki, nədir? Dizindən əməliyyat oldu. Orada nə idi? Deyəcəm. Paxını tutub çıxdı beləmsin. Deyəcəm. Deməli, adduktor əzələsinin qopma diaqnozu. Vay. Adduktor əzələsi Adduktor hara əzələsi də pax privaziya əzələ hansı ki ayağınla belə içəri pas vermək istəyirsən. O yoğun əzələ bu adduktordan belə gedir. Qopma nə də la? Allah şəfa. Allah kömək olsun. Mövsümü bitirir. Tezliklə qayıtsın. Vaqif Cavadova deyib mövsümü bitirib. Vaqif Cavadova deyirlər ki, yəni vaxtilə qol vurmaqda çətinlik çəkirdiniz. Yəni bundan əvvəl ardıcıl 11 oyun idi, qol vura bilmirdiniz və son 3 oyunda 8 qol vurmusunuz. Bu nə ilə əlaqəlidir? Deyir, özünə inam hissi artdı futbolçularda. Bizdə əslində qol vurmadığımız oyunlarda da qol vəziyyətlərimiz var idi. Ruslan da dəfələrlə demişdi, toxunmuşdu mövzuya ki, komanda qol vurmur, amma qol epizodlarına girir, yaradır. Amma bu oyun %100 oldu da. 3 çərçivəyə 3 zərbə, 3 gol. Amma mənə ən çox sevindirən bir şey oldu. Sabah qapı tərəfinə 23 zərbə vurub. Onların 11-i çərçivəyə. Bəli. 23 zərbə. Yəni bu bizim görmək istədiyimiz futboldur da. Bəli. Və Sumqayıt 3 dənə korner Sabah qaldırıb, Sumqayıt bir dənə korner qaldırıb. və Sumqayıtı nəyə görə alqışlamaq istəyirəm? 2-3-dən sonra qopmadı oyundan. 2-3-dən sonra oyundan qopmadı. Vaqif Cavadovun əvəz etməsi maçda damğasını vurdu. Yansaneni son dəqiqələrdə döyüş atdı və çıxan kimi də bərabərlik qonuldu. Əlbəttə ki, baş məşqçinin elə momentlər Perilonla o qırılma nöqtəsində oyunun sən təsəvvür elə bayaqlarım baxırıq da. Birinci deməli geriyə düşür, sonra heç eləyir. Ondan sonra Sumqayıt qabağa düşür. Keçgəlli oynayır. Ondan sonra 2-2 olur. Təzədən 3-2 geriyə düşür. Axırda dəqiqələrdə yana təzədən 3-3. Doğrudan da bütün oyunların hamısında bax beləsinə adam istəyir ki, bol qollu, yəni maçı izləsin. Doğrudan da bazı keçlər də məsələn gəlib hansısa oyuna tutaq ki, 300 qutarır, hansısa oyunda 0-0 qutarır. Adamlar da gəlir məsələn qol görmək istəyir. Futbolun da gözəlliyi qoldur. Ümumiyyətlə yəni futbol oynayırsan ki, qol vurasın. O momentdə də yəni doğrudan da Sumqayıt komandasını alqışlamaq lazım ki, doğrudan da son 2-3 turda artıq elə bil o hansı ki yuxuya getmişdilər, necə deyim. Yəni həmin o yuxudan ayıldılar. Qış da geridə qaldı və qış yuxusundan da oyandı. Ondan sonra da elə onlar da. Yenə də bayaq sən də vurğuladın. Momentləri istifadə edə bilmirlər. Doğrudan da momentə girirdilər. O futbolçunun ustalıq səviyyəsindən asılı. Sumqayıtın son 3 oyununa baxırıq. Turan Tovuzu məğlub ediblər, Kəpəzi məğlub ediblər və indi də Sabahdan bir xal aldılar. Yəni 3 oyuna 7 xal. Sabahda 74-cü heçəsini elədilər. 15-ci heçə bu Azərbaycan çempionatları tarixində bir rekord göstərir. Nə qədər doğrudan da yəni. Hələ mövsüm bitməyib ha. Yəni bundan sonra bəlkə də 20 oldu. Yəni doğrudan da Sabah komandası da statistika ilə oyunun gedişatından, top saxlamaq, top faizi, qapıya zərbələr, yəni baxanda məsələn doğrudan da üstələyir ən azından 2 dəfə Sumqayıtı. Amma
Ona baxmayaraq, yəni o stop futbol doğru, statistikadan dörd ibarət deyil də, yəni. Yo, əlbəttə, Futbolda qardaş, əlbəttə. sən çıxacaqsan, oynayacaqsan son dəqiqəyə qədər. Statistika ilə bağlı məşhur bir deyim var da, yəni statistikanı mini yubkaya bənzədirlər, yəni. Ay sağ ol. Fergusonun məşhur O vaxt. danışması var idi ki, o vaxt səsləndirmişdi. Oradan da statistika dünən üçün keçərlidir kağız üzərində. Bu gün meydanda tamam başqa proseslər cərəyan eləyir. Bu gün tamam başqa nəticələrin şahidi ola bilərik. Bir sualım var. Olur, hə, bu Müzakirə eləyək. Yəni çox istərdim ki, eyni şey yadıma düşdü. Eyni şey. onlar sualı verim, danışasan, Yadımdan şeylə çıxarırsan. Sumqayla bağlı. Yo, yadımdan çıxmayacaq, rahat Yadıma olun. salarsan, eyni Mən şey. yadıma salacağam. Eyni şey yadıma sal, yadıma qalsın. Sumqayıt deyirsən 11 HÇŞ Sovet 15. 15. 15 əstəğfurullah. Sovet İttifaqı vaxtında bir ara belə bir şey var idi. Belə bir qanun var idi futboldakı. Söhbət köhnə vaxtlardan gedir. 3 dənə elədinsə bir dənə qələbəyə sahib. Yox. Hələ qanun olsa sən Düz aparır da. sən ekspert Bu test- olsan məşqçim. Deməli şeydir. Zarafat Əvvəl edirəm. 2 xal idi. Qələbə 2 xal idi. HÇŞ 1 xal idi Bəli. və bir ara qanun çıxartmışlar Sovet İttifaqında. O biri ölkələrdə bilmirəm var idi, yox idi. HÇŞ-lərin limiti deyə bir şey var idi. Aha. Məsəl üçün sən 10 dənədən artıq oynadığın HÇŞ 10 HÇŞ-yə 10 xalqı götürürsən, ondan sonra gələn HÇŞ bərabərə qalanlar xal gətirmirdi sənə. Şeylər olmur. Sovet İttifaqı vaxtında olub o, limit olub, vallahi deyirəm. Baxın da maraqlanın. Yəni bu niyə görə eləyirdilər? Çünki o vaxtda 2 xal idi qələbə, 1 xal da HÇŞ idi. Yəni belə baxanda 90-cı illərdə o sistem var idi. yox, 90-cı illərə qədər, 70-lərdə idi, 80-lərdə idi. Yadımda deyil, indi baxıb deyərəm mən. Adı nədir onun? Niyə görə eləmişdilər? Limit qoyurlar, limiti bitirdimsə mən tutaq ki. Ondan sonra yəni ondan sonra mən xalq qazandım. HÇŞ-dən xal qazanmırsan. Dəqiq söhbətdir bu. Əslində sən yaxşı, okey. Mən oynayıram tutaq ki, çempionat Səbəbi sən başa düşəcəksən. Səbəb nə idi? Çempionatın sonuna yaxın bir çox komanda öz arasında danışırdı ki, yəni 2 xal qələbə üçündür, 1 xal HÇŞ üçün. İndiki kimi 3-1-4 idi də. Baxırdım ki, hə misal üçün mən onsuz da xal mənə heç nə lazım deyil. Mənə lazım deyil, sənə lazımdır. HÇŞ oynayırdım ki, gələn çempionat mənə qaytararsan bu xalları. Mənlə daqavarnaklar var idi. Verirsən ki, xal uduz ver də ki. Bilmirəm. Yəni bu daqavarnoy oyunlar var idi, qurma oyunlar. Bunun qarşısını almaq üçün limit qoymuşdular. Yəni bu əslində mən sualın nəyi soruşmaq istəyirdim azarkeşlərdən. Bəlkə bunu bir müzakirə fikrinizi bilmək istəyirəm. Sizcə indi belə bir sistema Azərbaycan futbolunda ehtiyac varmı ya yox? Məsəl üçün limit qoyaq ki, şeydir. Sabah da düzdür, 15 dənə çiçək eləyib. Sən şeydən elə çiçək oynamaq istəyir. Onlar da məğlub olan momentində qol vurublar, məsələn, çiçək bir xal götürüblər və yaxud da evdə oynadığı 1-0-dur və yaxud da 2-0 və yaxud da 3-2 duram, gəlib 3-3 oynayıram. Onun bəxtləri gətirmir, yəni 15 dənə çiçək mən elə indiyənə qədər yadıma gəlmir çempionatdan sonra. 28 oyunun 15-i heç. Qardaşım, 78-ci ildən 88-ci ilə qədər SSR çempionatında bu limit mövcud olub. Baxın, limit 78-də 8 oyun olub, 79-da 8, 80-dən 88-ci ilə qədər 10 oyun, 10 HÇŞ. Ondan xal qazanırsan, ondan sonra HÇŞ-lərə bir xalda vermirlər sizə. Deməli onda gətir götür olub da o vaxt oyunların çoxları. Ona görə də deyəcək. Əlbəttə. Musiqi nəsə deyəcəkdi. Ya onu deyirəm, sən eyni şey. Yenə eyni şey. Yəni kasıb yoxsulun biridir, ağacından ölənin biridir Alik. Bayaq eyni şey dedi. Məndə də var axı sırası. Sən momentalni. Demək o danışım yadımdan çıxmamış. Nəsə kasıbın biridir. Ağacından ölür də ha. Bildin nətər? Yeməyi də heç də yox. Ancaq şor. Ancaq şor yer. Səhər durur zavtrika şor, abeda şor çörək, gecə ujuna şor çörək, səhərsi gün panicenlik, birinci gün, ikinci gün, 3 gün, 5 gün. Hər dəfə də bu elə bir şor yeyəndə, oturub elə bir stolda yemək istəyəndə Bismillah demək elə bir yadından çıxır. Paslayan elə bir şeytan da bundan oturur. O çörək yanında deyirlər məsələn Bismillah deyirsən şeytan qaçır gedir də. Bunun yadından çıxır Bismillah demək. Elə bir eyni şeyi həftənin 7 gündə şeytan da bununla elə bir oturur. Zavtrıq, abed, ujun, şor eyni şey.
Ağırda şeytan qadı ki, hə, köpək oğlu, ya bismillah deyən, basın bayrağa çıxım gedim, ya da menyunu dəyişdən öldük. Şor. Şimdi İslam de onu eləməyən də o nəfəsi elə ona gülməli yola verir. O bir şey nəzər, gülürsən, bütün nəfəs sıxır. Amma sən nə söz yığırır? Sən anekdotların əvvəl kimi effekti almır. Niyə? Nə? Konuşdum o niyə? Ben uğramasın. Niyə? Bas bayrağı, nə bilim nə, rədd ozan. Sən əvvəl yenə babat yağlı formada söyüşlə yola edirdi. Hardasa dütlə zadla yenə. Yaşlı yaşdır, o qocalıb. Da Hüseyin anekdot var ki, məsələn, orada Pramoy Peçat ayında oturur. İdi də. Elədir. Şeytan orada nə deməliydi? Gülməli anekdot. Mənim Nə deməliydi? Orada o yerini. Orada gitti mən Yerini şey eləyərsən. Mən deyəcəm, indi. Nə deyir orada şeytan? yaxşı keçim. Mənim Allah bütün balaları saxlasın. Balaca qızım Allah sağ olsun. çox xoşuna gəlir. Uşaq olanda Özü ən çox kalsium olan şordadır ya. Deyə bilmirdi. Allah sağ olsun. Uşaq dedim, qızım nə yemisən bugün deyir. Ford çörəyi. Ford deyirdi. İnandırım 50 dəfə soruşurdum. Ford. Son qarşılaşma Zirə Şamaxı görüşü ilk yarısı qolsuz bərabərliyi ilə bitən maçın fasiləsindən sonra Rəşad Sadovun komandası 3 cavabsız qol vurdu. Rafael Utsix, Ruan Renato və Salifo Sumanın qolları 3 xal qazandırdı Zirəyə. Bilmirəm, Ayxan Abbasovun yoxluğu bu maçda nə dərəcədə təsir elədi. Hətta mətbuat konfransında belə onun yardımçısı Elnur Çodarov fikirlərini bildirmişdi. Zirənin kifayət qədər güclü hücum xəttinə malik olduğunu vurğuladı. Həqiqətən də hazırki Zirə bir başqa... Qardaşım, Utsik, Ruan Renato, David Volkov. David Volkov, Salifo Sumo, İsa Cibrila. Qardaşım, bu şeydir, hansısa formalaşdırıblar. İnandırım səni Türkiyə çempionatında ortabab komanda, yəni ilk 10-luğa düşə biləcək komandanın hücum xətti. Və eyni zamanda Ruan Renato'nun da məhsuldarlığı göz oxşayır ha. Vacib oyunlarda Onu da dedim, Ruan Renato da deyirəm. Müdafiəçidir. Müdafiəçidir, amma hücumda çox şeydir, fəal iştirak edir. Baxımlı da qol vurdu. Yəni burada da təbii ki biz hər dəfə deyirik, tərifləyirik Rəşad Sadıqov amili və artıq o dərəcədə bələddir ki komandasına. Futbolçular Rəşadın nə istədiyini bilirlər. Rəşad da futbolçuların nəyə qadir olduğunu, hansı potensiala malik olduğunu bilir və onlardan da tələbi düzgün şəkildədir. Çünki Rəşad düzgün məktəbi keçib. Rəşad Qurban Qurbanovun elədiklərini görüb, öz bildiklərini də ona əlavə eləyib, ideal nismes deyirlər də buna da. Nəticədə bu ideyalarını da birləşdirib. Əlbəttə. Mən demirəm ki, Qurbanı kopyalayıb gəlib eləyir. Yox, Qurbanın qurduğu sistemi, Qurban Qurbanovun qurduğu sistemi o öz fikirlərini əlavə eləyib, yəni çox yaxşı bir sistem yaradıb. Məsəl üçün mən çox istəyərdim ki, Rəşad Sadıqov Azərbaycan yığmasının məşqçisi olsun. Ola bilər. Özdə burada bir məqam da var. Sabah misal üçün AFFA çıxıb desə ki, biz qərara gəldik Rəşad Sadıqova veririk məşqçilik. Heç kim Rəşad Sadıqovdan dərhal nəticə gözləməyəcək. Fernando Santos'u sən gətirsən, Avropa çempionu olub, Millətlər Liqasını qazanıb, təbii ki mən ondan dərhal nəticə gözləyəcəyəm. Qurban müəllim də Qarabağa gələndə 2008-ci ildə o da öz fikirlərini, öz ideologiyalarını o rəhbərliyi ilə də yəqin ki, indi görüşəndə Qarabağ rəhbərliyi ilə hansı ki deyirdi ki, mən gələcəyin komandasını qurmaq istəyirəm və sizdən müəyyən bir vaxt lazımdır. Bu tez bir zamanda olası bir şey deyil. İnandılar. Baxdılar, gördülər də doğrudan da oyundan oyuna hansı ki o oyun üslubu, hansı ki indi Qarabağ oynayır o futbolu. Neçə illər boyu başladı yavaş-yavaş. Piltə üstünə qoya həmin bu piramidanı düzəldib. İndi Qurban müəllim heç orada olmasın. Futbolçular məşqsiz çıxsınlar meydançaya, həmin o sistemə uyğun. Hamı robot kimi bilir ki, kim nə işi bacarır, kim nə etməlidir və çox ki saat kimi, İsveç saatı kimi qardaş. Amma Zirənin qarşıdakı oyunda çox çətin ağır oyunlar gördük. Qarabağ Neftçi ilə oynadı. Qarabağ Neftçi ilə. Və əlbəttə
ki, Azərbaycan Kuboku uğrunda yarışlardan da danışmaq lazımdır. Sabah aprelin 2-si yarımfinal mərhələsinə start veriləcək. Araz Naxçıvan Qarabağ, Neftçi Sabah maçları olacaq. Cavab görüşləri isə aprelin 23-də olacaq. Nə gözləmək olar bu oyunlardan? Mən sözünüzü finalın adını özümə görə şey eləmişəm. Məncə final Qarabağ Sabah olacaq. Məncə. Qarabağ Sabah? Bəli. Mən finalı Qarabağ Sabah görürəm. Niyə deyərdim, niyə görə? Birinci oyundakı itkisi Basali Sambolu mən xüsusilə vurğulamaq istəyirəm. Çünki yaxşı qoşulub komandaya. Bəli. Qollarını da vurur. Bəli. Və biz bilirik ki, Kəpəzlə maçda qırmızı vərəqə almışdı, cəzalı vəziyyətə düşüb. Bunu Azər Salahlı da deyir, bunu digər Neftçinin futbolçuları da deyir, bunu Samir Abbasov da deyir ki, hələ də razılaşmaq istəmirlər ki, nəyə görə o qırmızı vərəqəni aldı və haqsız yerə verilib bu qırmızı onların fikrincə. Bassala Sambunun yoxluğu nə dərəcədə təsir eləyəcək və yaxud Alik kimi düşünürsənmi Neftçi dayandıracaq mübarizə? Onlar mən səbəbini deyim, niyə görə düşünürəm? Çox sağ ol. Yox, şey çıxdı, sözü dedim, qırağa çəkildim, yox. Niyə görə? Çünki Neftçi də, Sabah da hal-hazırda Avropa Kubok ümidlərini açıq-aşkar Kuboka bağlayıblar. Bəli. Kuboka bağlayıblar. Amma nəzərə alsaq, bu son oyunları nəzərə alsaq, Sabah məncə daha iddialı və daha təsvirlər olsun Azərbaycan dilində bu sözün alternativini bilmirəm, üzrlə hesab edirəm. Mən özüm, yəni hansı söz? Sobranlıq. Daha kompleksləşmiş, kompleksləşmiş yox, daha motivirованный. Üzr istəyirəm əziz dostlar. Yəni mən doğrudan utana deyirəm ki, Azərbaycan dilini son 5-6 ildə öyrənmişəm. Sabah düşünürsən elə də hazırda? Bəli. Yanlış düşünürsən də. Bu mənim şəxsi fikrimdir. Yəni son oyuna baxaraq. Onun fikridir də İsmail. Yəni yanlışdır da mən nə deyirəm ki, yanlış. Sən yanlış. Sən məndən soruşmusan. Yəni sən mənə sənin haqqın yoxdur mənə belə danışmağa, bu bir. Ruslar necə düşünür? Amma Araz Qarabağda da məncə Qarabağ yəni naklasi deyirlər ha. Yəni naklasi deyir, başa düşürük qardaş. Bir dəqiqə Qarabağ. Amma çox istərdim ki, final Araz Neftçi olsun. Çox istərdim. Mən də deyirəmsə olacaq Araz Sabah. Finalda. Sən ki, Neftçi qalacaq. Bəli. Səbəb? Səbəb çünki o Sabah komandası, yəni Kubokda variant yoxdur, yəni o şansı verməyəcək Neftçi. Neftçi də variant yoxdur ki, şansı verir. Amma oyun baxımından atakuyşu futbol, atakada o qurduğu o hücumlar barəsində, hücumda olan o keyfiyyətə baxımından daha keyfiyyətli mən görürəm Sabah komandasının atakda olan futbolcular. Düzdür, müdafiədə boşluqlar buraxırlar, amma bu Kubok oyununda müdafiədə boşluq. Əlbəttə ki, yəni futbol səhvsiz mümkün deyil. Amma Neftçi Sabah oyunun iki komandadan fikirləşirəm ki, oradan Sabah keçəcək dalışı, Qarabağ Araz Naxçıvandan da Araz Naxçıvan keçəcək. Mən də düşünürəm ki, final olacaq, Qarabağ Neftçi finalı olacaq. Sən də elə deyirsən, okey. Mən də elə düşünürəm. Düzdür, Araz Naxçıvana çətin olacaq, amma Araz Naxçıvanı da yadından çıxartma ki, qardaş, Elmar müəllim Baxşiyevdir məşqçisi və o kuboklarda komandanı yaxşı. Amma ilə razıyam ki, ustalıq səviyyəsi rol oynayacaq və məncə Qarabağ çox rahat şəkildə Araz Naxçıvanı. Rahat olmayacaq, mən də əksinə deyirəm. Mən də əksinə. Çünki bu oyun bilsən necə, Araz Naxçıvan həm çempionatda oynayır, həm kubokda oynayır. İki yerdə də mübarizə aparır. Amma Neftçi asan olmayacaq sabahla maç. Mən də düşünürəm ki, Neftçi Qarabağ İnşallah sağlıq olsun. Final olacaq. Necə deyirlər, yaşayarıq, görərik. AFFA rəhbərliyi Gəncə və Mingəçevirdə də olub. Buna da qısa toxunaq. Təbii ki, Yaşar nə idi stadionun adı? Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda yaradılan şəraitlə tanış olublar. Mingəçevir çünki artıq elite, iddialı komandalardan sayılır. Eyni zamanda Gəncə şəhər stadionunun tikintisi, akademiyanın tikintisi ilə də yaxından tanış olublar. Bu barədə İlqar Nadiri, klubun idarə heyətinin sədri də kifayət qədər məlumat verib AFFA rəhbərliyinə. Yaxşı şeylərdir. Bölgədə futbolun inkişafı naminə təbii ki, bu cür addımların atılması, klub rəhbərliyinin infrastruktur və futbola olan marağı
yayılmağı daha da artırmaq, inkişaf elətdirmək, təbliğatı çoxaltmaq baxımından bu cür addımları atmağı təbii ki, azarkeşləri sevindirir. Bəli. Və belə addımların fonunda da əlbəttə ki, gerisi qalır sponsorların, məşqçilərin və futbolçuların öhdəliyinə ki, onlar üzərlərinə düşən işin öhdəsindən maksimum gəlməlidirlər. PFL, AFFA da tələb eləyir ki, infrastruktur yerində olmalıdır. Biz bilirik ki, birinci liqada oynayan klublardan yalnız Qəbələnin infrastrukturu idealdır. Digər komandaların stadionu da o deyil. Bazası da o deyil, amma inanırıq ki, bu yaxın gələcəkdə həllini tapmış olacaq. Bir başsağlığı da verək Azərbaycan futbol ictimaiyyəti adına. 90 yaşında Çingiz İsmailov Azərbaycan futbolunun əfsanələrindən, şəhçilərimizdən, Neftçinin veteran futbolçularından, 1955-62-ci illərdə Neftçinin qapıçısı olan Çingiz İsmailov vaxtilə 9 il ölkənin ali futbol qurumunda baş katib vəzifəsində çalışan Çingiz İsmailov çətin illərdə. Bəli. Allah rəhmət eləsin, Allah yaxınlara rəhmət baxsın. Allah rəhmət eləsin. Belə, fikirləriniz varsa, buyurun, yoxdursa artıq Abunəçilərimizin sayı nətərdir? Artır yoxsa yox? məncə dayanıb el. Niyə dayanıb? Şahara niyə dayanırsın qardaş? Nə fikirləşirik ki ya? Şeydə TikTokda 40-40 videolar paylaşılır. Bizim nəsə İsmailin, ya mənim nəsə maraqlı əhvalatlar və futboldan danışdığımız Alikin özündə danışdığı şeylərə kəşfiyyətə düşür. Hamı baxır, nəsə oradan komment yazır. Like, supersiz, trio, canavarsız. Amma birdən oradan bir dənə keçid edib oradan kanalımıza abunə olmursunuz. Nə pullandı bəyəm? Oradan perexod edirsən maksimum 3 megabayt internetimiz gedəcək. Bir dənə gir oradan altdan IQ Sport bas üstündən patpiskə də qadan alım. Ayrı nə istəyirik? Pul istəmirik, kart göndərmirəm ki, Konkret kart borclu pul var. çıxartdı. Nə vaxtda neynəmə. O belə deyək də ancaq qardaş. Bax indi gör 3200 neçə nəfərdir də 3217. İndi Allah qoysa ayın ikisində verilişimiz çıxandan sonra Səvir elə 3217-dən sonra Ruslanın bu müraciətindən sonra 3200 nə qədər? 3200 Axşam olur 17. Ölərəm də gülməkdən, ölərəm. Səhərə qədər gülərəm. 1500 nəfər hamısı atqaz edir. Hamısı çıxır. Bütün videoları da unlike. Bütün like-ları götürürlər, kommentləri də silin. Kanalı bağlayırlar. Kanala bağlı. 3217. Məndə 3.3 göstərir. 3300'dür da o şey. Ha, ora girirsən, sən lap konkret şeyə baxırsan. Da dərinliyə girirsiniz sizə. Sərinliyə çox getmə. Yox, iPhone işlətməklə deyil də qardaş. iPhone öyle Android. İşte. İndi təzədən oradan İndi yazacaqlar. kruşka gələcək buradan Oraya sana ver tərəf. iPhone X 6. Deyəm də, niyə əziyyət çəkirsən? Valla var da. Hə, nə edirsən ay kişi? Doğrudan zarafatsız Yo, mən dəqiq deyəcəm. Yaxşı, dərinliyinə bir dənə Sən get şeydəsən, proqramda səndə. Bir dənə nöriyyət elə görüyor. 3300-dür də. Bəs mən nə deyirəm? Sən nə dedin? 3300. İndi okey, müraciət elədim mən özüm. Görsən, uca yazıldılar. Görsən, sırası. 3217 sırası 70 nəfər də qoşuldu. Deyən kimi. Oldu. Girən kimi. Efirə getmədən. Ona görə əziz tamaşaçılar da oradan da xoşdur. Biz özümüz də arada adam deyir ki, yox biz girib komment yox bizə maraqlı deyil, amma arada görsən girib videolarımızın altından biz də sizin rəylərinizə baxırıq ki, görən baxanlar nə deyir, nə istəyir, nəyi düz danışdıq, nəyi ola bilər səhv dedik. Sizin necə deyirlər, istəyimizə görə eləyirik hər şeyi və siz də girib oradan altdan nəsə bir xoş sözlər yazanda bizim də üzümüz ən azından görür ki, doğrudan da kimlərinsə üzündə bir balaca təbəssüm. Sağ olun dostlar, gələn həftə yenə də eyni saatda, eyni məkanda güyədə qarşınızda olmaq ümidi ilə Tam başqa cür. dimdiyindən öpəcəm indi. Alik, sağ ol. Öpməyən kişidir. Bu arada əziz tamaşaçılar, yəni maraqlananlar çox saçım çıxıb bu bala-bala, amma öyrəşmişəm kəpkə ilə gezməyə, beysbolka. Ну, давайте özünüzə yaxşı baxın, gələn görüşlərə dək.